Səlimənin dedikləri. Mən Bağdagül bacının dayə üsulu ilə bəslənilən buzovlarına baş çəkib qayıtdığım zaman, Güləbətin sarmaşıqla əhatə olunmuş artırmaların təkiyəsinə söykənərək kəndə tamaşa edirdi. Ayaq saxlayaraq, Güləbətin, deyə səslədim. O üzünü çevirib məni gördü və gülümsəyərək, o elə arxayın gülümsəyirdi ki, elə bil bu bizim hər günkü adi görüşlərimizdən biri idi. Enib tələsmədən mənim yanıma gəldi. Biz əl tutuşduq. Xoş gördük, dedim. Nə yaxşı gəldiniz. 3 aylıq təcrübəyə buraxıblar. 3 ay. Bu lap qiyamətdir ki, təcrübəni burada keçəcəksiniz? Bəli, məntəqə balaca da olsa, carə yoxdur. Ayrı yerə getmək istəmədim. Qartallı dərədə tibb texnikumunu qurtarmış cavan bir qızdan başqa ayrı həkim yox idi. Əlbəttə, bura yaxşıdır. Sizin işləriniz necədir? Pis deyil. Bir tər yaza çıxdıq. Sədriniz nə eləyir? Mən onun təbəssümündəki açıq-saçıqlığa təəccüb edərək cəsarətlə cavab verdim. Sədrimizin kefi kökdü. Doğrudanmı? O bərkdən güldü. Lakin mən bu gülüşün səbəbini anlaya bilmədim. O düz gözlərimin içinə baxaraq, eşitdim, dedi, aranızdan su keçmir. Elədir. Maraqlandığınız üçün təşəkkür edirəm. O təkrar güldü. Deyirlər, siz onu Şah deyə çağırırsınız. Bu adı ona mən yox, Miko qoyub. Ancaq doğrudur. Təklikdə hərdən mən də ona Şah deyirəm. Necə yəni təklikdə? Yəni yalnız ikimiz olduqda. Yalnız ikiniz olduqda. Əlbəttə, o buna dəyər. Şübhəsiz. O şəhər oğlanları kimi deyil. Nə barədə? Onda hər şey təbiidir. O bizim stilyaqalar kimi minhinə girib çıxmayıb. Ona görə də maraqlıdır. Elə deyilmi? Mənim diqqətlə ona baxdığımı görüb qəhqəhə ilə güldü. Sonra əlimdən yapışaraq dedi. Gedək bizə. Anam da buradadır. Onun əli isti və yumşaq idi. Mən, indi işim var, dedim. Sonra gələrəm. Dostunuzu da gətirin. Hansı dostumu? Şahı. Çalışaram. O istehsa ilə mənə baxdı. Yəni demək istəyirsiniz ki, bəlkə gəlmədi? Sizin kimi gözəlin dəvətini kim rədd edər? O zarafatyana bir əda ilə özünü və məni göstərdi. Bizim kimi. Bax, gözləyəcəm ha. Gələrik. Mən idarəyə getməliydim. Lakin daha getmək istəmədim. Yolumu dəyişib tarla tərəfə yönəldim. Mayın əvvəlləri idi. Uzaqda traktorlar görünürdü. Yaz əkinini qurtarmaq üzrə idik. Kəkliyotunun ətri hər yanı bürümüşdü. Şahın boz ürgəsi qoruqda hörüklənmişdi. O başını dik tutaraq, qulaqlarını şəkləyib dərənin o tayındakı yamacda otlayan çılpaq atlara baxırdı. Mən ona yaxınlaşıb dayandım. O mənə əhəmiyyət vermədi. Nəzərlərini atlardan çəkmədi. Onun gözləri iri və qapqara idi. Mən əlimi onun boynuna sürtdüm. Onun tükləri məxmər kimi yumşaq idi. Ağzından təzəcə yemiş olduğu otların, çiçəklərin ətri gəlirdi. O sahibi kimi hündür və məğrur idi. O tərəfdə atlar otlayan yamacdan o yanda sarp qayalar və əngin üfüq görünürdü. Bir an mənə elə gəldi ki, o sonsuz və mavi ümman bizi gözləyir. Elə bil ki, bizim həyat yolumuz orada qurtaracaqdı və biz əbədiyyət deyilən şeyə orada qovuşacaqdıq. Lakin mən həmin üfüqə doğru gedən traktorlardan bir adamın ayrılıb üzü bəri gəldiyini gördüm. Mən əlimi boz ürgənin boynundan çəkərək həmin adama tərəf yol aldım. Mən onsuz da bilirdim ki, şahlar axşam bizə gələcəkdi. Lakin mən onu məhz indi, həmin bu dəqiqələrdə görmək istəyirdim. Bu mənim üçün qarşısı alınmaz ruhi bir ehtiyac, bir tələb idi. Mənə elə gəlirdi ki, bu saat şahları deyil, onun şəklində başqa bir adam görəcəm. Elə bil ki, bu adamı bu dəqiqə görüb tanımaq mənim üçün hər şeydən artıq lazım və zəruri idi. Mən dərəni enib, yamacda otlayan atların yanından keçərək vadiyə çıxdım. Üzərini yosun basmış balaca bir qayanın böyründən keçdikdə çoxlu bənövşə gördüm. Ayrı vaxt olsaydı, əyilib dərərdim. Lakin indi onlar mənə soyuq və əhəmiyyətsiz göründülər. Mən yoluma davam etdim. Bənövşələr öz gözəl ətri ilə arxada qaldı. Elə bil ki, beləliklə mən bütün bir həyatı arxada qoyub keçdim. Mən yalnız ona, şahlara baxırdım. Mənim ürəyim elə döyünürdü ki, elə bil onu birinci dəfə görürdüm. Elə bil bu gəliş nə isə çox mühüm bir şeyə hökm verəcəkdi. O ayaq saxlayıb gülümsədi. Mən dayanıb qorxumdan titrədim. Heç bir zaman o birinci gülümsəməzdi. Heç bir zaman o mənə qarşı bu qədər mülayim, bu qədər gülər üzlü olmazdı. O diqqətlə üzümə baxaraq soruşdu. Nə olub? Mən gülümsədim.
Heç nə. Yalan demə. Bəlkə sənə bir söz zad deyiblər. Mən gözlərim onda olduğu halda başımı buladım. O mənim əlimdən tutdu. Doğrusunu de görüm niyə beləsən? Mən ona baxır və susurdum. Mən diqqətlə onun üzündə hər şeyə nəzər yetirirdim. Bığından azca yuxarı, nöqtə kimi qaralan kiçik xal mənə təəccüblü dərəcədə aydın görünürdü. O məni özünə tərəf çəkərək, dəli zad olmamsan ki, dedi. Niyə belə edirsən? Bu onun, şahların səsi idi. Bu dünənki, sırağagünkü səsi idi. Mən onun boynunu qucaqlayaraq, üzümü sinəsinə söykəyib, hönkür-hönkür ağladım. O nə isə deyirdi. Lakin mən heç nə eşitməyərək ağlayırdım. Nəhayət, ürəyim boşalandan sonra onun cibindən yaylığını çıxararaq gözlərimi sildim. O təkrar soruşdu. Nə olub Səlimə? Niyə cavab vermirsən? Heç bir şey olmayıb. Bəs niyə belə edirsən? Bilmirəm. Bəlkə anam sənə bir söz deyib? Yox, qəribədir. Mən təkrar ona aramsız bir nəzər saldım. Onun baxışları əvvəlki kimi sərt idi. Əvvəlki kimi. Mən onun qoluna girərək, gedək, dedim. Biz geriyə. Kəndə doğru deyil. Dərin və mavi üfüqə tərəf gedirdik. O dedi, əgər bir şey olubsa, niyə məndən gizlədirsən? Heç nə olmayıb. Sonra tamamilə sakit, zarafatyana ifadə ilə əlavə etdim. Biz qızların hərəkətlərinə çox da əhəmiyyət vermək lazım deyil. Elə hallar olur ki, səbəbini heç özümüz də bilmirik. O papiros çıxarıb yandırdı. O məni dinləmirdi. Mən buna şad idim. Şahlar bilirdi ki, onun heç bir sərt, hətta kobud hərəkəti məni incitməz. Mənə əzab verməz. Mən ondan soruşdum. Uşaqlar bugün yazlıq buğdanı səpib qurtardılarmı? Bilmirəm. Bəlkə qurtardılar, deyə o cavab verdi. Mən onun günəşdən yanıb qaralmış əlindən tutdum. Biz xeyli susaraq belə getdik. Mən ona dedim. Güləbətin xanımın gəlişindən xəbərin varmı? Var. Mənə dedi ki, şahlar da götür gəlin bizə. O xeyli susub dinmədi. Sonra sərt ifadə ilə cavab verdi. Sən gedərsən, mənim işim var. Nə işin var? Rayondan məlumat istəyiblər. Gərək düzəldib göndərək. Nə üçün sən onlara getmək istəmirsən? Dedim ki, işim var. İşini görəndən sonra gedərik. Birdən o ayaq saxlayaraq mənə kəskin bir nəzər salıb dedi. Səlimə, sənin nə üçün təkid etdiyini başa düşürəm. Ancaq mən belə şeyləri sənin şəninə yaraşdırmıram. O təkrar papiros çıxarıb yandıraraq əlavə etdi. Mən kör deyiləm. Hamısını görürəm. Doğrudur. Ancaq sən ananın gözünün ağa-qarası bircə oğlusan. Sən onun arzusu ilə hesablaşmalısan. Hesablaşıb nə etməliyəm? O sənin mənə yaxınlaşmağını istəmir. O istəyir ki, sən Güləbətinlə evlənəsən. Qız isə səninlə maraqlanır. Mən bunu o vaxt Bakıda da hiss etmişdim. Bugün də hiss etdim. Mən bütün bunları şahlara söyləyəndən sonra özümdə qəribə bir yüngüllük hiss elədim. Elə bil ürəyimin üstündən dağ götürüldü. Mən bunları gec-tez deməliydim. Gülnisə xalanın mənə qarşı apardığı gizli mübarizə aşkara çıxmalı idi. Şahlar ayaq saxlayıb soruşdu. Sən bunları məni yoxlamaq üçün deyirsən? Bu çox laubəlu sualı olsa da, mən incimədim. Mən tək səni yox, özümü də yoxlamaq istəyirəm. Mən istəyirəm bilim görüm, biz Gülnisə xalanın dediyi kimi hərəkət etsək, haqlı olarıq? Yox, haqlı olmarıq. Mən anamı istəyirəm. Ancaq bu o demək deyil ki, hər şeyə onun gözü ilə baxım. Bəs sənin anan nə üçün gəlib demir ki, filan oğlandan gözünü çək, filan kəsə get? Mənim anam bilir ki, onun qızı pis oğlan seçməz, deyə zarafatla cavab verdim. Mənim də anam bilməlidir ki, onun oğlu heç kəsin kölgəsində yatmaz. Yəqin ki, Gülnisə xala təkcə kölgə məsələsini nəzərdə tutmur. Hər nəyi nəzərdə tutursa tutsun. Xahiş edirəm. Bir də bu barədə danışmayaq. Mən dərindən nəfəs alaraq onun böyrünə qısıldım. Bu onun üçün deyildi ki, onun sözləri mənim ürəyimdən idi. Bu onu dünyada hər kəsdən artıq istədiyim üçün də deyildi. Məni heyran edən onun təbiətindəki azadlıq və cəsarət idi. O həqiqi qəhrəman idi. Elə buna görə o hirsləndiyi anlardan birində məni vurub öldürsəydi də uf deməzdim. Qartalın öz ovunu didib parçalamasında da bir ləyaqət vardı. Ancaq sən bayaq ağlamağının səbəbini demədin. Mən zarafat elədim. Mənə elə gəlir ki, o vaxtdan indi düz bir əsr keçib. Ağlamağımın səbəbi yadımda deyil. Doğrudan da mən nə üçün ağlayırdım? Ancaq gəl, daha bir də bu barədə danışmayaq. Sən mənim sözümü təkrar edirsən? Elədir, təkrar edirəm. O məni sinəsinə sıxaraq bərk-bərk saçlarımdan, üzümdən, gözümdən öpürdü. Biz cinsi münasibətdən daha yüksək bir duyğunun hökmü altında idik. Mən həqiqi insanı,
və onun gözəlliyini duyurdum və bu gözəlliklə birləşirdim. Bu mənim üçün bir əbədiyyət, söz ilə ifadə olunmayan bir ülviyyət idi. Bu mənim üçün əsl və böyük həyatın özü idi. Biz qayıdıb yavaş-yavaş kəndə getdiyimiz zaman, mən bayaq gördüyüm bənövşələrin yanında ayaq saxlayıb onlardan xeyli dərdim. Sonra yolumuza davam etdik. Dərəni enib boz ürgənin yanına çıxdıq. Şahlar onun hörüyünü dəyişdi. Tərd yaşıl otların içində sarı yonca və yemlik gülləri, qırmızı firuzəyi çiçəklər parıldaşırdı. Mən yeyib doymuş boz ürgəyə baxaraq dedim. Nə üçün indi Qartallı dərədə belə gözəl atlar yoxdur? Axı deyirlər keçmişdə varmış. Şahlar gözləri boz ürgədə olduğu halda dedi. Vaxtilə olub, ancaq indi fikir verən yoxdur. Ona görə də nəsli kəsilib. Bəs boz ürgə hardandır? Əmim, şahlar atasına da əmi deyirdi. Həmişə yaxşı atlar saxlayıb. Boz ürgənin atası da mahalda birinci at sayılırdı. Biz möhkəm yem bazası yaradandan sonra balaca bir at ferması düzəldib boz ürgə kimi gözəl atlar yetişdirərik. Axı at həmişə bizim xalqın qəhrəmanlıq simvolu olmuşdu. Koroğlunun, qaçaq nəbinin nəsli kəsilmədiyi halda qır atın, boz atın nəsli niyə kəsilsin? Şahlar dərindən nəfəs alaraq, indi qıratın meydanı deyil, dedi. Mən qəti etiraz etdim. Onun dəxli yoxdur. Nə üçün İngiltərədə karetalara saxlayıblar? Hani gözəl Qarabağ atları? Boz ürgə Qarabağ atı cinsindəndir. Bir gül ilə bahar olmaz. Biz Qartallı dərədə onun nəslini artırmalıyıq. Bunu heç kəs bizə qadağan etmir. Kim qadağan eləyəcək? Əksinə, bizim cavanların hamısının yaxşı ata həvəsi var. Maşın öz yerində, at da öz yerində. Çıraq dayı indi də qazalaqla gəzir ki. Mən boz ürgənin boybuxundan tamaşa edərək dedim. Bundan kim keçər? Sonra ciddi ifadə ilə əlavə elədim. Maşın bizim gözəl ənənələrimizin ziddinə deyil. Biz boz ürgədən ayrılaraq yolumuza davam etdik. Mən yaman susuzam, dedim. Bu yaxında bulaq var, gedək. Gün günortadan əyilmişdi. Dağların yuxarılarında qalan qarlar cəhrayyə çalırdı. Səma gömgöy idi. Mənə elə gəlirdi ki, dünyanın heç yerində səma Qartallı dərədəki kimi təmiz, mavi və dərin olmaz. Biz çöldə otlayan malların yanından keçib gedirdik. Onlar təzə yaz otunu elə şirin-şirin otlayırdılar ki, adamın xoşu gəlirdi. Yazdıqlar, dedim. Qışda o qədər korluq çəkiblər ki. Şahlar ayaq saxlayıb sürüyə baxırdı. Və o bizdən bir qədər aralıda oturub papiros çəkən kişini səslədi. Əşi, əskər dayı, qırmızı zavod gözümə dəymir. Qartallı dərədə Rusiyadan gətirilmiş cins inəkləri bu ad ilə çağırırdılar. Kişi tələsmədən arxayın və yavaş səslə cavab verdi. Bağdagül bu gün buraxmadı. Deyir səhərə zada doğasıdır. Elədir, deyə təsdiq etdim. Bugün köçürtdük doğum evinə. Doğan inəklər üçün ayrıca tövlə düzəltdiyimizi əvvəllərdə demişdim. Sən ona daha qırmızı zavod demə. Təzə ad qoymuşuq. Böyük Mərcan. Yaxşı addır. Mən bütün inəklər, buzovlar üçün şəxsi vərəqə düzəltmişdim. Bu vərəqiyə onların adını, cinsini, yaşını, çəkisini, xasiyyətini müntəzəm sürətdə qeyd edirdim. Bu da mənim hər bir heyvanın artımını diqqətlə izləməyimə imkan verirdi. Biz böyük Novlu bulağa çatdıqda mən ayaq saxladım. Lakin şahlar qoymadı, dedi. Buradan malqara içir. O yanda yaxşısı var. Biz qayaların, daşların arasından düşmüş və ətrafında yumşaq dağ otları bitmiş darcığırla dolana-dolana irəliləyərək, kiçik yosunlu qayanın dibindən qaynayıb çıxan balaca bir bulağa çatdıq. Mən yerə çöküb onun dumduru və buz kimi soyuq suyundan 2 qoşu ovuc içdim. Sonra üzümü yudum. Qartallı dərədə az qala hər qayanın altından belə bir bulaq çıxırdı və gecələr bütün səsküy kəsiləndən sonra bu bulaqların incə şırıltısı eşidilirdi. Biz qaydanda günəş qüruba gedirdi. Gülünsə xala başqa bir arvadla kəndin ortasındakı bulaqdan su aparırdı. İkisinin də çiynində mis səhəng vardı. Gülünsə xala boş əlini havada yelliyə-yelliyə qızğın halda nə isə deyir. O bir arvad da təəccüb içində dinləyirdi. Birdən Gülünsə xala bizi görüb sustu. Onun gözlərindən ildırım çaxırdı. Mən salam deyə bəkdən səsləndim. O salam deyib üzünü çevirdi. Mən qeyri-iradə bir hərəkətlə şahlara baxdım. O qıpqırmızı olmuşdu. Mən gülümsəyərək, hələlik şahlar, dedim. Şahlar gözlərini uzaqlaşmaqda olan anasından çəkib mənə baxdı. Hara gedirsən? Mən zarafat yana cavab verdim. Hara gedəcəm? Xanəmə. Ayaqlarım daha sözümə baxmır. O bir neçə saniyə susub sonra dedi.
Yaxşı, get, mən axşam gələcəm. Mən ona diqqətlə nəzər saldım və bu ani baxışda hər şey mənə əyan oldu. Mən səbirsizliklə, gözləyəcəm, dedim. Məlum olduğu kimi, mənim yolum Çıraq dayıgilin evinin yanından idi. Mən yenə də güləbətini artırmalarında dayanmış gördüm. O əlində durbin tutmuşdu. İkinizi də lap yoncalı bulağın yanında görürdüm, dedi. Siz onun əlindən tutmuşdunuz. Mən halımı pozmadan, ola bilər, dedim. Və elə bu zaman evdən çıxaraq ona yaxınlaşan Zinyət bacı nə isə pıçıldadı. Qız qəhqəhə ilə gülərək, nə üçün ayıb olur, deyə bəkdən səsləndi. 20-ci əsrdə ayıb sözü yoxdur. Zinyət bacı özünü itirmiş halda mənə baxaraq gülümsəyib dedi. Xoş gördük, gəlin evə. Çox sağ olun, sonra gələrəm. Mən ona demişdim ki, şahı da götürüb bizə gəlsin. Görünür, şah kimdir? Deyə Zinyət bacı qızının sözünü kəsdi. Güləbətin yenə də qəhqəhə ilə gülərək, bəyəm ölkədə neçə şah olar ki? Dedi şah, yəni şahlar. Mən, hələlik, xudafiz, deyib uzaqlaşdım. Mən çay dəmlədikdən sonra, adətim üzrə əvvəlcə balaca yaddaş dəftərçəmə səhər görəcəyim işləri qeyd etdim. Mənim necə deyərlər, pedantlıqdan zəhləm gedir. Mənə elə gəlirdi ki, rəsmiyyətçilik insan üçün soyuq, dar bir çərçivədir. Lakin bu günlərdə fikrim çox dağınıq olduğundan, kənddə görəcəyim bütün işləri əvvəlcədən qeyd edirdim. Sabah sağcı Tükəzban bacının baxdığı Günəş adlı buzovun süd normasını artırmalıyam. Çünki körpə zəif inkişaf edir. Bağdagül bacının böyük mərcanına baş çəkməliyəm. Saat 12-də sağcılarla malqarıya yaz xidməti mövzusunda 3-cü söhbət aparmalıyam. Bu söhbətdə baharın gəlməsi ilə heyvan orqanizmində baş qaldıran həyat qüvvələri və onları nəzərə almağın üsulları haqqında danışmalıyam. Elə danışmalıyam ki, sağcılar başa düşsünlər. Yeri gəlmişkən deyim ki, bizim müntəzəm apardığımız bu söhbətlərin onlar üçün xeyri çox olurdu. Qartallı dərənin adamları olduqca zihinli və tez başa düşəndilər. Mən öz dərülfünümlə fəxr edirdim. Mənim sağcı dostlarım indi xeyli şey öyrənmişdilər. Mən qeyd dəftərçəmi cəketimin cibinə qoyandan sonra durub radionu açdım. Kənd təsərrüfatına aid məqalə oxuyurdular. Radionu bağladım. Bu dəqiqələrdə mənim kənd təsərrüfatı haqqında məqaləyə qulaq asmağa halım yox idi. Mən özümü böyük döyüşlərə hazırlamış olsam da, həyəcan içində idim. Gülnisə xala, Güləbətin, şahlar. Mənim xəyalımda tez-tez, saniyədə 100 dəfə bir-birini əvəz edirdilər. Lakin mənim fikrim bunların heç birinin üzərində dayanmırdı. Çünki mən dayanmağını da istəmirdim. Mən belə düşünürdüm ki, hər bir həqiqəti həmin anda, yəni bu həqiqət baş verən zaman dərk edərək, buna müqabil də hərəkət etmək lazımdır. Əlbəttə, mən şahlara özümdən artıq inanırdım. Lakin atalar deyib ki, hər zamanın bir hökmü var. Zaman isə anlardan, dəqiqələrdən ibarətdir. Zamanın hökmü bu anlarda, dəqiqələrdə alınan intibahlardan, təsirlərdən yaranan situasiyalardan doğur. Mən nə özümün, nə də canım və ciyərim olan şahların duyğuları haqqında bir saat əvvəl belə heç nə deyə bilməzdim. Daha doğrusu, deyəcəyim şey həqiqətə uyğun olmazdı. Günəşin qartallı dərənin otlarına, güllərinə verdiyi rənglər həmişə bir-birinin eyni olmur. Dağların zirvəsindəki qar səhər günəşinin gür ziyasını eyni parlaqlıqla əks etdirib, gözləri qamaşdırdığı halda, axşam yabanı qızılgül yarpağı kimi çəhrayıya çalır. Həyat belə qurulub. Gözəl Gülabətini hər gülüşünün, hər sözünün, söhbətinin bir mənası, bir aləmi var. Mən şahların gələcək hərəkətləri haqqında əvvəlcədən nə deyə bilərəm? Əgər o başqa bir rəngə, başqa bir işığa, başqa bir gülüşə aludə olsa, mən necə müqavimət göstərə bilərəm? Göstərsəm belə, bunun nə mənası olar? Məhəbbət azad bir quşdur. Onun üçün daşqaşa tutulmuş qızıl qəfəs belə bir həbsxanadır. Lakin hamıya çoxdan məlum olan bu şeyləri mən nə üçün təkrar edirəm? Yoxsa mənim qəlbim bir sövq təbiiliklə nə isə duyur? Əgər mən anların hikməti ilə hesablaşan bir qəhrəmanamsa, bəs nə üçün belə qorxu və həyəcan içindəyəm? Qorxu. Dünyada bundan da murdar, bundan da namərd bir his varmı? Lakin şahlar nə üçün gecikdi? Axı o həmişə bu vaxtlar gələrdi. Çıraq dayıgilin artırmasında yanan lampa nə böyükdür. Yolda izdə də kimsə görünmür. Demək istəyirəm ki, şahlar görünmür. Yoxsa adama nə gəlib? Bahar axşamıdır. Aşağıdakı meydançada uşaqlar səsküy salaraq nə isə oynayırlar. Odur.
Bir dəstə qız gəlin bulaqdan qayıdır. Bayaq Güləbətin bizi, yəni mənimlə şahları Yoncalı bulağın yanında görürmüş. Özü də durbinlə baxırmış. Şahlar gecikdi. Yəqin daha gəlməz. Bəs bu ayaq səsləri kimindir? Şahlarla Miko həyəcanla nə isə danışa-danışa həyətə girdilər. Mən pəncərənin qabağından çəkildim. Əvvəlcə Miko, sonra da şahlar daxil oldular. Şahlar Mikoya işarə ilə mənə dedi. Sən bir buna bax, anamdan küsüb çıxıb gedib. Hara gedib? Emalatxanaya. Sən bayaqdan Miko ilə idin? Bəli, getdim gördüm kəriş bunun üçün yorğan döşək gətirir. Miko lap gerçəkləyibmiş ki. Dedə, yola getmirik vəssalam, deyə Miko qızışdı. Axı nə üstündə? Mən soruşdum. Miko yerə baxdı. Elə belə. Şahlar qızardı. Aradan gərgin bir sükut keçdi. Demək məndən gizlədirsiniz. Miko şahlara baxdı. Mən heç bir zaman şahları bu qədər narahat görməmişdim. Mən nə isə duyurdum. Odur ki, tamamilə sakit və arxain bir ifadə ilə şahlara dedim. Sən bilirsən ki, mən heç nədən qorxmuram. Heç nədən incimirəm. Ona görə də, o dedi. Mən səndən heç nə gizlətməmişəm Səlimə. Sən anamın bizim münasibətimizə necə baxdığını bilirsən. Mən gülümsədim. Sənin bildiyindən də artıq. Lakin Mikonun sizdən acıq eləyib getməsinə bunun nə dəxli? Hər dəfə söz düşəndə Miko sənin tərəfini saxlayır. Ona görə də yola getmirlər. Miko kədərli olanda elə məzəli görünürdü ki, mən bərkdən gülərək çırtma ilə onun burnuna vurdum. O diksinib dik atıldıqda şahlar da özünü saxlaya bilməyib güldü. Mən hərəmizə bir stəkan çay tökərək dedim. Miko, döyüşdən gələn qəhrəmanlara hörmət borcumuzdur. Bu saat səni gözəl konfetlərə qonaq edəcəm. Hərçənd ki, məğlub olub geri çəkilmisən. Ancaq qəhrəman öz məğlubiyyətində də qəhrəmandır. Şahlar ciddi ifadə ilə əlavə etdi. Sən zarafat edirsən, ancaq Miko arvadı başa salmaq əvəzinə qaçıb. Mən özümü tox tutaraq dedim. Əlbəttə, qaçmaq hər nə formada olursa olsun, biz qızların təqdir etdiyi iş deyil. Miko izah etdi. Vicdanım haqqı, Gülnisə xala ilə mübahisə etmək mümkün deyil. Mən deyirəm, cavanların məhəbbət işinə qarışmaq, onları məcbur etmək olmaz. O deyir, olar. Şahlar papros çıxarıb yandırdı. Mən eyni zarafatyana ahənglə dedim. Yox, Miko. Atalar, analar bizim məhəbbət, ailə qurmaq işlərimizə qarışa bilərlər. Bu onların borcudur. Ancaq mən Gülnisə xalanın xoşuna gələ bilmirəm. Bu pisdir. Miko şahların açıq qutusundan papiros götürdü. Məni yandıran da budur. Siz bircə görsəydiniz, bayaq Gülnisə xala o gözəllə necə danışır. Hansı gözəllə? Deyə mən Mikonun sözünü kəsdim. Qartallı dərədə gözəl çoxdur. Məlumdur hansı ilə. Əlbəttə Güləbətinlə. Harda danışırdılar? Qız ora gəlmişdi. Yəni hara? Məlumdur hara. Şahgilə. Gülnisə xala ilə görüşməyə gəlmişdi. Belədir. Bəs necə? Yaman bic qızdır. Necə məyər? Ürəklərə yol tapmağı bacarır. Arvadla elə şirin-şirin, şah dilxor halda dostunun sözünü yarımçıq qoydu. Yaxşı, Miko. Burax sən də, uyarlı söz danış. Miko, yox şah, dedi. Biz bu məsələni boş tuta bilmərik. Şah məzəmmətlə dostuna baxdı. Bir yandan belə deyirsən, bir yandan da qaçırsan. Qorxaq. Mümkün deyil şah. Bayaq az qalmışdı Gülnisə xala məni parçalasın. Mən bəkdən güldüm və həmin anda da susub özümü yığışdırdım. Gülnisə xala şahların anasıdır. Gülnisə arvad. Zalım Mikail, bir macal vermir ki. Elə bil zootexnik qız bunun nə idi? Peşmansın ağzını açasan, o saat başlayır. Səlima yaxşı qız, Səlima yaxşı qız. Səlimə yaxşıdır, pisdir, mənə dəxli yoxdur. İki dünya bir ola, biri də heç. O bu evdə gəlin olmayacaq. Olmayacaq vəssalam. Qoy bunu bir dəfəlik sırğa eləyib qulağından assın. Qoy bilsin ki, o cadügər də olsa, oğlumu tilsimə də salsa, yenə də istədiyinə çatmayacaq. Mənim oğluma elə gəlin lazım deyil. Bilmirsən nə yuvanın quşudur. Əsli, kökü kimdir? Hansı hindən çıxıb? Neçə əldən keçib? Qəbrimin üstündə otda bitsə, qoymaram. Mən kipriklərimlə od götürüb gözümün ağa qarası bircə oğul böyütmüşəm. Maşallah, bədnəzərdən uzaq olsun. At belinə qalxanda aləm tamaşasına durur. Ağlı, kamalı bir mahalı dolandırır. İndi ona nə olub ki, dərədən tapılanın birini alsın? Gül kimi qızlar dərdindən ölə-ölə, özündən 5 yaş böyük ilə bir yastığa baş qoysun. Allah, Allah, canı yanmış gədiyə elə baxır ki, elə bil gözləri ilə yeyəcək. O özbək gözləri ilə saçlarını gündə bir fasona salır. Gündə bir cür paltar giyir. Qədəni burada itirsən, bu lotunun evində taparsan.
əjdaha kimi çəkib çamına. Əvvəl dinmirdim. Deyirdim cavan oğlandı. Qoy keyfini çəksin. Qoy nə bilir eləsin. Ancaq indi görürəm, xeyr, iş ayrı cürdür. Gədənin fikrindən başqa şeylər keçir. Ölmüşdü Gülünsə xala. Göy guruldayıb yerə tökülsə, yenə də elə şey olmaz. Deyən gərəkdi ki, anam bacım, nə istəyirsən? Az qala dərələrdə donub ölmüşdün. Səni boranın, canavarların əlindən alıb gətirdi. Özün də neçə vaxtı keyfini çəkirsən. Bir gecə olmur ki, qədər camaat yatmazdan qabaq evə gəlsin. Ta bəsdir dayna, doymamsan. Görürəm iştahan çox böyükdür. Ancaq gözlə, kəkliyin azar. Bir deyən gərək, anam bacım, sən hara, şahlar hara? Nənəm yerindəsən, üzlər görmüsən. Niyə tayını tapmırsan? Niyə tamahını yığmırsan? Ay şeytan, ay cadügər, daha bəs deyilmi? Bəndalıya da lap matım qutum quruyub. Kişi olan kəs bir dəfə oğluna demir ki, yığıl otur evdə, nə düşmüsən bulutunun dalına? Hələ o gün mənə bir acıq da tutur. Deyir, mən qarışmıram. Özü bu boyda kəndə axsaqqallıq eləyir. Hələ bu harasıdır? Baxıb görürəm, ürəyində zootexnikin tərəfini saxlayır. Deyir, nə olacaq? Pis qız deyil ki. Deyirəm, ay kişi, heç bilirsən nə danışırsan? Gözünün ağı qarası bircə oğlum var. Sabah yurdunda qalan o olacaq. Bu da Rus Mikail kimi deyir, işin yoxdur, qarışma. Qarışacağam, hələ biraz da o yana gedəcəm. Mən oğul doğmamışam ki, sümüyümü hər itin qurdun sümüyünə calayım. Kafir qızı. Elə bir kişini də ofsunlayıb, dilini ağzını bağlayıb. Dünən gecə deyirəm ki, ay kişi, sən çırağın qızı ilə bunu bir tutursan? Deyir, çıraq neyləyib? Deyirəm, neyləyəcək? Bir mahalın axsaqqalıdır. Adı var, sanı var. Lap elə varını, dövlətini götür. Hə, niyə demirəm? Kim istəmir ki, oğlu karlı yerdən evlənsin? Kim istəmir ki, gəlini halal, varlı, cehizli, ceyimli olsun? Məni acığı tutur. Deyir, mənim oğlum çırağın kölgəsinə qısılsa, mən ona oğul demərəm. Axı, balam, nə kölgəbazlıqdır? Bir o var ki, sənin oğlun çırağın kürəkəni olsun. Bir də var ki, Gəncənin nə bilim hansı fabrikimdə itib batan fəhlə bir arvadın. Ağlını itirmisən bəndalı. Adamı adamla sayarlar. Sən də, mən də çıxıb gedəcəyik. Bu İskəndərə qalmayan dünyadır. Sən oğluna indidən bir gün ağlamalısan. Çırağın da gözünün ağı qarası bircə qızı var. Bütün varı yoxu onundur. Mən bir özbey qızından ötürü bunları gözüm görə-görə oğlumun əlindən çıxara bilmərəm. Vallah, bu oğlanların ağlı yoxdur. Mənimkinə deyən gərək, ay qadan alım. Niyə gözün bağlanıb? Niyə bu ay parçasını görmürsən? Bayaq maşallah, qıza baxıram, arvadlığımla tamahım düşür. Yanaqlar, gözlər alışıb yanır. Bir gülüşü var, bir duruşu var. Deyirsən, yeməyim, içməyim, tamaşa eləyim. Baxdıqca hayıl-mayıl olursan. Şahlar kimi oğula belə can lazımdır. Özü də necə gülər üzlü, necə zarafatçıl. Deyirəm, maşallah, bu dağların tək maralısan. Şəqqana çəkib gülür. Deyir, sənə peşkəşdir Gülünsə xala. Deyirəm, nə vaxtacan bu cahal-cuhulun ürəyinə ot sala-sala oturacaqsan? Niyə tərpənmirsən? Deyir, onların ürəyinə ot salan ayrılarıdır, biz yox. Başa düşürəm nəyə eyham vurur. Mən də deyirəm, elə şeydən mətləb çıxmaz. Sığırçın gəldi gedərdi. Mənə qalan boz sərçədir. Öz aramızdır. Ürəyi bu evdədir. Deyirəm, birdən şəhərdə zadda ağlını oğurlayarlar. Deyir, oradakilardan zəhləm gedir. Başa düşürəm. Hamısını başa düşürəm. Amma qız, nə qız? Həm özümüzünküdür, həm də bugün sabah həkim olacaq. Atası məlum, anası məlum. 7 arxa dönəni məlum. Əsli kökü var. Digər ki, bizimki sağ olmuş, uyub bir yad qızına. Əl çəkmir ki, çəkmir. Bilmirəm, bu üzü qara olmuş hardan gəldi çıxdı. O günü deyirəm, bala, anan yazıq qalıb orada tək tənha. Bəyəm öz yerinizdə bir iş tapılmır ki, qız xeylağı düşmüsən bu dağa daşa? Deyir, birinin anası var, birinin bacısı. O birinin qoca atası. Elə şeyləri nəzərə alsan, gərək heç kəs evindən uzaqlaşmasın. Ona dil yetirmək olar. İlan kimi qan soyuğun biridir. Axı bir adam ki, öz anasının qədrini bilməyə, qoca vaxtında atıb düşə dərələrə, o sabah mənim qədrimi nə biləcək? Bir də gördün, qədəni yoldan çıxardıb götürdü getdi. Mən nə bilim, haralara. Ondan sonra əlim hara çatacaq? Neyləyəcəm? Yox. Əgər şahlar onunla evlənmək istəsə, od vurub bu kəndi odlaram. Mən diri gözlü öz balamı bir ifritənin əlinə verə bilmərəm. Ax, bu cavanların beyni necə qan olur.
Tay bir fikirləşmiş ki, əgər bu yaxşı idi, niyə indiyəcən çıxıb birinə getməyib? Mən o yaşda olanda 9-10 ilin arvadı idim. O günü Sənəm qarı deyir ki, get bir dua yazdır. Mən də dedim ki, dua zat yazdıran deyiləm. Allah Allah deməklə donuz darıdan çıxmaz. Dinsizin imansızın biridir. Ona dua nə kar eləyəcək? Onunki odur, biyabır eləyəsən ki, baş götürüb qaçmağı qənimət bilə. Bizim bu cəmaatda lap ağlını itirib. Hər kəsi dindirirsən, onun tərəfini saxlayır. Deyir, yaxşı qızdır. İllahdakı bağda gül. O günü görürəm, yastı-yastı danışıb mənə eşitdirir ki, balam, niyə cəmaat tanrısına təpi yatır? Bəyən pis qızdır. Ağıllı, kamalı bir mahala dəyər. Mən də dedim ki, yaxşıdır, qoy cəmaat aparıb öz oğlunu alsın. Axı mən bilirəm ki, Bağdagül düşmənçiliyi ilə belə deyir. Mənim oğlum elə bilir ki, köhnə kinküdurət cəmaatın yadından çıxıb. Elə Bağdagülün canındandır sən gedib onu alasan. Özü də dalda lağa qoyub gülsün. Bağdagül bircə onu görməyəcək. Ölmüşdü Gülünsə xala. Sən bir qoca Mövlanverdiyə bax. Deyir, fağır qızdır. Cəmaat üçün özünü oda suya vurur. Mən də dedim, pul alır, borcu da iş görsün. Heç dəxli var. Laf tutaq ki, cəmaat üçün özünü oda suya vurur. Mənə nə? Gərək mənim ocağımın başında otura. Ax, necə şeytandır. Hər kəsin ürəyinə girməyi necə bacarır? Sən öləsən. Bircə Gülünsə xalanı yoldan çıxara bilməyəcəksən. İstəyirsən mənə paltar tikmə, lap başıma qızıldan tac qoy. Yenə sən deyən olmayacaq. Sən Gülünsə xalanın başını tovlaya bilməzsən. Oğlana gah köynək tikir, gah o boyuna bağlanandı nədir, ondan cürbəcürünü alıb gətirir. Gah evində onun xoşuna gələn şeylər pişirir. Nə eləyirsən elə, eybi yoxdur. Sən ol, mən də mən. Kim deyir ki, sən gözəlsən? Vaxtı keçən şamamı kimə lazımdır? Boynun armud saplağı kimi uzun, nazik. Arıq madyan kimi sağırın yox. Qılçaların iyi kimi. Məmələrin sinənə yapışıb. Bir dərsən, bir sümük. Belə lap ol dünya gözəli. Yenə də mənə lazım deyilsən. Lazım deyilsən, anam bacım. Əl çək mənim oğlumdan. Gülnüsə xala toxumaqda olduğu corabı hirslə yerə ataraq qalxıb bayıra çıxdı və gözlərini qıyıb ay işığında ağaran cığır boyu baxdı. Heç kəs görünmürdü. Yalnız bir işıqdan başqa bütün işıqlar sönmüşdü. Yalnız bir işıqdan başqa. Xoruzlar banlayırdı. Lakin o tək işıq eyni qaydada parlaq, sevinclə yanırdı. Pəncərənin tül pərdəsi ardında içəridə kimsə o yan bu yana var gəl edirdi. Neyləyirlər? Nə oyun çıxarırlar? Bir qədər yaxında Çıraq dayının böyük, qəşəng evi görünürdü. Gülünsə xala əllərini döşündə çarpazlayaraq ay işığında sükuta dalmış ağ binaya baxırdı. Binanın firuzə rəngli sütunlarına sarılmış sarmaşıqlar yarpaqlamışdı. Tül pərdələr asılmış iri pəncərələrin şüşələri ay işığını əks etdirirdi. Çıraq dayının evi meydan kimi 8 otaqdan ibarət idi. 4 alt, 4 də üst. Döşəmə tavan güzgü kimi parıldayır. Divarlara elə rənglər vurulub ki, adam baxanda hayıl-mayıl olur. Kişinin səliqəsinə nə söz? Hələ həyətdəki mətbəx, təndirxana, qaraj, divarlara vurulmuş quba, xanlıq, türkmən xalıları. Deyirsən, bəs alışıb yanır. Çırağın atası Hacı Mərdan da karlı adam imiş. Ot öz kökü üstə bitər. Gülünsə xala dodaqlarını bir-birinə sıxıb təkrar şofer Sultanın evində yanan o tək işığa baxdı. Xoruzlar bir də ağız-ağıza verib banladı. Harda isə it hürdü. Gülünsə xala baxırdı. Elə bil ki, o işıq getdikcə artır. Getdikcə daha parlaq olurdu. Gülünsə xalaya elə gəlirdi ki, onun oğlu cin şeytan yığıncağına düşüb. Elə bil o işıq gələn yer tamam başqa bir aləmdir. Lakin Gülünsə xala nə cinə inanırdı, nə şeytana. Bütün bu işləri onun başına gətirən cansız, çəlimsiz bir qızdı. Bu qız onun oğlunu yoldan çıxarırdı. O işığı söndürmək lazımdı. Söndürmək. Lakin işıq eyni parlaqlıqla yanırdı. Onu söndürmək mümkün değildi. Gülünsə xalanın dişi bağırsağını kəsirdi. O işıq yanandan bəri Gülünsə xalanın yuxusu ərşə çəkilib. O işıq yanandan bəri Gülünsə xalanın ikinci, hətta üçüncü xoruz banından tez yerinə girdiyi yoxdur. Lakin oğlunun vecinə deyildi. O günü oğlu dedi. Ay arvad, axı niyə yıxılıb yatmırsan? Niyə məni gözləyirsən? Uşaq zat deyiləm ki. Gülünsə xala yatmayacaq. Nə qədər ki sən o işıqdan əl çəkmirsən, Gülünsə xalanın əynindən paltar çıxmayacaq. Neynək? Eybi yoxdur. Gülünsə xala min belə əzaba dözüb.
Qoy bu da olsun 1001-ci. Sən uşaq vaxtı Qızılcadan pozulanda, Gülnisə xala 2 ay gözünü yummadı. Sən 14 yaşında atdan yıxılıb qılçanı sındıranda, Gülnisə xala 3 ay yorğan döşə yüzü görmədi. Amma bir dəfə ahuf eləmədi. Dost düşmən qabağında qəddini əymədi. Gülnisə xala atasının qızıdır. Eybi yoxdur. Gülnisə xala yenə dözəcək. Təki axırı xeyir olsun. Təki sən ondan əl çəkəsən. Sən igidsən, cavansan, gözəlsən. Heç padşahların da sənin kimi oğlu olmayıb. Ancaq sən öz qədrini bilmirsən. Bilmirsən ki, 100 elə zootexnik sənin bir tükünə dəyməz. O qancıq nə elədiyini yaxşı bilir. Gülnisə xala baxır. Gülnisə xala nə suların şırıltısını eşidir, nə qartallı dərəni dövriyə alan əzəmətli dağları görürdü. Sən bir işə bax. Rus Mikail də ona qahmar çıxır. Salma yaxşı qız, Salima yaxşı qız. O ağlın yiyəsən ki, arvadın günün günorta çağı özgəsinə qoşulub qaçıb dayına. Deyirəm Mikail, insafla danış. Səlimə yaxşıdır yoxsa Güləbətin? Başlayıb ki, Salima yaxşı qız. Bir tərəfdən də qədənə dəmləyən budur. Bayaq məni o qədər yandırdı ki, az qaldım tutum boğum. Gülnisə arvad, sən yaman, əlbəttə yamanam. Ay işığında ağaran cığırla 2 qaraltı gəlirdi. Gülnisə xala qayıdıb içəri girdi. Qoy onu gecənin bu vaxtı artırmada görməsinlər. O Səliməyə görə belə düşünürdü. Ona elə gəlirdi ki, sabah Rus Mikail Səliməyə deyəcək. Deyəcək ki, gecə Gülnisə xala artırmada dayanıb bizi gözləyirdi. Qoy qız sevinməsin. Gülnisə xala o bir otağa keçərək işığı söndürüb yatağına girdi. Paltarını soyunmadan uzanıb yorğanı başına çəkdi. Onsuz da səhərə az qalıb. Birazdan işıqlanacaq. Budur. Oğlanlar ayaqlarının ucunda içəri girdilər. Gülnisə xalanı oyatmamaq üçün pıçıltı ilə danışırdılar. Şahlar nəysə deyir. Mikola xısın-xısın gülürdü. Haramzadanın bir haramzada. Elə bil ki, Səlimə bunun əziz xələfidir. Gözünə dönün Marqonun. Sənin başına yaxşı oyun açıb. Birazdan tövlənin qapısı cırıltı ilə açıldı. Yəqin ki, şahlar Bozürgəyə baş çəkməyə gedir. Tövlənin qapısı təkrar örtüldü. Otaqda təkrar pıçıltı eşidildi. Rus Mikail yenə də xısın-xısın gülür. Sonra çarpaya cırıldadı. Yatırlar. Bu əsniyən Mikaildir. Şahlar heç zaman bərkdən əsnəmir. Çox çəkmədi ki, aramla alınan 2 nəfəs eşidildi. Tez yuxuya getdilər. Gülnisə xalanın acığı birdən-birə soyudu. O oğlanların mışıltısına qulaq asaraq, ah çəkib, bayaq Rus Mikailə acıqlanmağına peşman oldu. O bir otaqdan aramla 2 gəncin sakit mışıltısı eşidilirdi. Onlar uzaqlarda. Gülnisə xalanın görmədiyi, bilmədiyi yerlərdə də beləcə yatırmışlar. İndi biri öz evindədir, digəri isə. Gülnisə xala təkrar ah çəkərək o biri böyrü üstə çevrildi. Mikailə acıqlandığı üçün təkrar peşman oldu. Lənət şeytana, lənət şeytana, şeytana. Və Gülnisə xala yuxuya getdi. Qartallı dərədə hər şey susmuşdu. Xoruzlarda, itlərdə. Yalnız bulaqların, qayalardan tökülən və ay işığında gümüş kimi parıldayan suların incə şırıltısı eşidilirdi. Qartallı dərə yuxudaydı. Pəncərə vurulmuş tül pərdədən süzülən ay işığı arxası üstə yatmış Səlimənin solğun üzünü, qar kimi ağ və cansız sinəsini işıqlandırırdı. Onun başı azca yana əyilmişdi. Əlinin biri döşünün yarısını örtən nazik yorğanın üstündə düşüb qalmışdı. Elə bil ki, bu əl kimin tərəfindənsə unudulmuşdu. Onun üzündə həyəcanlı, pərişan bir ifadə vardı. Gülnisə xalanın üzündə mərhəmətli, mülayim bir ifadə var idi. Elə bil ki, o indi bu dünyanın bütün qalmaqalından uzaqdaydı. Elə bil ki, onda hər şeyin yaxşılıq üçün xəlq olduğuna dərin bir inan vardı. Şahlarla Mikola əskərlikdə ağır təlimdən və ya manevrdən yorulduqları vaxtlarda olduğu kimi bərk yatmışdılar. Güləbətinin dodaqları, yanaqları indi hər zamankindən al görünürdü. Onun balaca gecə lampası ilə işıqlanmış üzündə indi tamamilə günahsız bir körpə ifadəsi vardı. Çıraq dayının bağçasındakı iri akasiya ağacının yarpaqları yumulmuş. Ağ gülləri ay işığında yuxulamışdı. Dan yeri qızarır. Gömgöy səma işıqlanırdı. Sonra qartallı dərənin dağları üzərində günəş göründü. Gülnisə xala inəyi naxıra ötürüb qayıtdı və əynində qolsuz köynək həyətdə o yan bu yana qaçan Mikailə baxıb qaşlarını çatdı. Mikola bəkdən səsləndi. Sabah xeyir. Sabahın xeyir, deyə arvad geri baxmadan cavab verdi.
Şahlar çılpaq boz ürgəni tövlədən çıxararaq, üstünə atılıb, üzü aşağı, bulağa sarı çapdı. Artırmada dayanmış Güləbətin şahların ardınca baxıb gülümsədi. Onun qırmızı və ağ naxışları olan xalatının zərləri gün işığında qızıl kimi parıldayırdı. Sütunlara sarılan sarmaşıqların arasında onun çəhrayı yanaqları təzə açılmış qızılgül yarpaqları kimi təravətli görünürdü. Boz ürgə dərəyə enib gözdən itincəyə qədər Güləbətin onu və sahibini nəzərləri ilə müşayiət etdi. Sonra həyətə düşüb ağ, çəhrayı çiçəklər açmış ağacların arası ilə irəliləyərək küçəyə çıxdı. Onun yalın ayaqlarında məxmər ev başmağı vardı. Bulağa gedən iki gəlin ayaq saxlayaraq onunla hal-əhval tutdu. Sonra qız yavaş-yavaş Şahlargilin evinə sarı yönəldi. Həyətdə ocaq qalayıb süd pişirən Gülünsə xala onu görərək darvazanın ağzına gəldi. Sabahın xeyir Gülünsə xala. Aqibətin xeyir, qadan alım, niyə həyətə keçmirsən? Yox, gəlmirəm, elə belə çıxmışam. Hələ də bədən tərbiyəsi ilə məşğul olan Mikola onları görüb dayandı. Və rusca, sabahın xeyir, deyə bəkdən səsləndi. Güləbətin gülümsəyərək ona cavab verdi. Gülünsə xalanın gözləri qızın məxmər kimi ağ və gözəl sinəsindəki boyunbağ yezillənmişdi. Qızıl çərçivəyə salınmış iri yaqutun ətrafına brilyant və almaz daşlar düzülmüşdü. Kim bilir, nə qədər qiyməti var. Sən ki gəlmisən, elə bilirəm Qartallı dərədə toy bayramdır. Çox sağ ol. Maşallah, bir mahalı yaraşıqısan. Deyirlər sən də cavanlıqda çox gözəl olmusan. Gülünsə xala qürurla cavab verdi. Ona görə də gözəllərdən xoşum gəlir. Mən gözəl idim. İgid, gözəl oğlana da getdim. Sən də gözəlsən. Gərək elə oğlana gedəsən ki, onu barmaqla göstərsinlər. Güləbətin qəşəng, ağ dişlərini göstərərək bərkdən güldü. Və güləndə onun gözləri sərxoş gözləri kimi xumarlandı. Bəlkə barmaqla göstərilən oğlan məni almadı. Ağzı nədir? Sənin kimi candan keçmək olar? Gülünsə xala qızın o vaxt dəbdə olan ağ qızıl bilərzik taxılmış kök biləklərinə, iri, qabarıq döşlərinə həris müştəri gözü ilə baxırdı. Güləbətin bu baxışın mənasını başa düşürdü. Güləbətin öz qiymətini bilirdi. Burada hələ çoxmu qalacaqsan? Payıza qədər. Olsun. Gülünsə xala mənalı tərzdə gülümsədi. Gərək o vaxtacan işlər düzəlsin. Hansı işlər? Mənim arzum. Hansı arzun? Deyərəm. Güləbətin at ayağının səslərini eşidib başını döndərdi. Şahlar ona çatıb böz ürgənin başını yıxdı və sıçrayıb yerə düşərək xoş gəlmisiniz, deyə cilovu sol əli ilə tutub sağ əlini Güləbətinə uzatdı. Evdə iş yerə tapılmırsınız. Neyləyək, iş adamıyıq. Boh, boh. Güləbətin şahların düz gözlərinin içinə baxdı. Güləbətin bir an Gülünsə xalanın orada olduğunu da unutmuşdu. Arvadın isə bütün diqqəti onlarda idi. İkisinin də hər baxışına, hər təbəssümünə dərindən göz qoyurdu. O Güləbətinin bu qədd qamətli, gözəl şahlara necə baxdığını duyurdu. Lakin şahlar buz kimi soyuq idi. O bu gül yanaqlara, bu sərxoş gözlərə biganədir. Ay cadügər, hamısı sənin ucundandır. Gülünsə xala zootexnikin yaşadığı evə sarı ani bir nəzər saldı. Hamısının səbəbi sənsən. Nəhayət şahlar dedi. Niçin burada durmusunuz? Niyə içəri keçmirsiniz? Şahların səsində bir biganəlik var idi və Güləbətin bunu hiss edirdi. Güləbətin təbəssümlə cavab verdi. Çox sağ ol, biz elə belə gəlmərik. Şahlar cavab verdi. Elə belə gəlməzsiniz, qonaq çağırarıq. Kimi qorxudursunuz? Gülünsə xala köksünü ötürdü. Qonaq da çağırarıq. Hələ desən, hər qədəminə bir qoyun da kəsərik. Görürsən, Gülünsə xala səndən səxavətlidir. Nə olar ki? Oğlun gərək anası özündən səxavətli olsun. Bah, bah, yamancı özünü çəkirsən, deyə Güləbətin alov saçan gözləri ilə şahların ağzına, geniş sinəsinə baxdı. Gülünsə xala yanıb tökülürdü. O oğlunun belə cana qarşı bu qədər biganə olmasına təəccüb edirdi. Allah, şeytan əməli nə yaman olurmuş. Boz ürgə dal ayaqları üstə şahə qalxaraq cilovu dartışdırdı. Şahlar ona baxaraq, arpasının vaxtıdır, dedi. Güləbətin mənalı bir ifadə ilə, apar atın arpasını ver, dedi. Şahlar, hələlik, deyib atı həyət apardı. Güləbətin gözlərini ondan çəkib Gülünsə xalaya baxdı. Arvad dərindən nəfəs alaraq nə deyəcəyini bilmədi. Güləbətin gülümsəyərək, hələlik Gülünsə xala. Güləbətin dönüb ağır addımlarla uzaqlaşdı. Gülünsə xala onun ardınca baxırdı. Lakin Gülünsə xalanın qəmginliyi, ümidsizliyi yalnız bir an çəkdi. Kim deyir ki, o ruhdan düşər? Kim deyir ki, o bu işdən dönər?
O dərin bir nəfəs alaraq geri döndü. Ocağa yaxınlaşaraq süd qazanını döşlüyünün ətəyi ilə götürüb evə apardı. Şahlarla Mikail içəri girib süfrəyə əyləşdilər. Şahlar rus dilində Mikailə nə isə deyirdi. Mikail gülürdü. Şahlar da gülürdü. Gülünsə xala söhbətin nə barədə olduğunu bilmirdi. Lakin şahların keyfi çöktü. O başını qaldırıb ayaq üstündə dayanmış anasına. "Nə olub əşi?" dedi. "Niyə belə baxırsan?" "Baxmayım, neyliyim? O cür maralı əldən buraxarlar." Şahlar gülümsədi. "Qartallı dərənin maralları çoxdan uzaq dağlara çəkilib əşi. İndi maral nə gəzir? Sən zarafata salırsan. Amma valla sonra peşman olacaqsan." "Kim? Maral?" deyə Rus Mikail Azərbaycanca soruşdu. Gülünsə xala bilirdi ki, Rus Mikail Səlimənin tərəfindədir. Ona görə də onun sualını eşitməzliyə vuraraq oğluna müraciətlə sözünə davam etdi. "Gəl şeytanın daşını ətəyindən tök." Şahlar süddən bir qurtum alaraq, "Ay nənə," dedi. "Sən elə danışırsan ki, elə bil kişinin qızı elə hazır dayanıb məni gözləyir. Özün çox yaxşı bilirsən." "Hardan bilirəm əşi? Mənə bir söz zad deyib." "Maral kim?" deyə Rus Mikail əl çəkmirdi. Gülünsə xala hövsələdən çıxdı. "Bir dayan görək. Maral kim, maral kim?" Şahlar qəhqəhə ilə gülərək Azərbaycanca Mikonun dili ilə cavab verdi. "Maral Güləbətin, bildin?" "Aa," deyə Mikola uzatdı. Sonra Gülünsə xalaya xitabən əlavə etdi. "Yox, Salima yaxşı qız." Gülünsə xala qıpqırmızı olaraq bir neçə saniyə hirsindən cavab verə bilmədi. Sonra Salima yaxşı qız deyə Rus Mikaili yamsılayaraq dönüb acıqlı-acıqlı o bir otağa getdi. Şahlar oğunub gedərək az qaldı əlindəki südü dağıtsın. Nikola boynunu qısaraq pıçıltı ilə şahlara dedi. "Mənə elə gəlir ki, bu Güləbətində nə isə anlaşılmaz bir şey var." Şahlar qaşlarını çataraq cavab vermədi. Zənən tayfası barədə danışmaq kişiyə yaraşmaz. Şahlar heç Səlimə barədə də dostuna əməlli başlı bir söz deməmişdi. Mikola dostunun xasiyyətinə bələd idi. Ona görə də incimir, soruşmurdu. "Amma gözəlliyinə söz yoxdur," deyə Mikola əlavə etdi. Şahlar stəkanı yerə qoyaraq qalxdı. Şahlar və Səlimə qarğıdalı barədə düşünürdü. Artıq bir qarış qalxmış qarğıdalı zəmiləri Səlimənin fonunda canlanırdı. Qızın arıq və ağ boyun boğazı ilə bu zəmillərin yaşıllığı sanki fərəhli bir harmoniya təşkil edirdi. Şahlar arxadan səssiz addımlarla ona yaxınlaşaraq əlindən tutdu. Səlimə diksinərək geri dönüb onu gördü. Səlimə onun gözlərinə baxaraq gülümsəyirdi. Onun təbəssümündə qəribə bir sakitlik, bir inam vardı. Lakin yox. Nə sakitlik, nə inam bu təbəssümdəki halı ifadə eləyə bilmir. Qız elə gülümsəyirdi ki, elə bil qartallı dəriyə bala pələng gəlmişdi. Bala pələng. Bu adı ona Mikola qoymuşdu. Mikola deyir ki, Gülünsə xala ana pələng, Güləbətin isə bala pələngdir. Elə bil ki, dünyada bir odur, bir də onun qəhrəmanı. Şahlar bugün necə şəndir. Onun gözləri bir aram gülümsəyir. Səlimə dedi, "Görürsən, zəmilər nə yaxşı gəlib. Elə demə, gözün dəyər." "Yox, məndə bədnəzər yoxdur." Səlimə bunu elə ciddi dedi ki, elə bir şahlar doğrudan da onun gözü dəyəcəyindən qorxurdu. Şahlar bərkdən gülərək onu özünə tərəf çəkdi. Səhər günəşinin parlaq ziyası içində qarğıdalı tarlası ucsuz-bucaqsız yaşıl məxmər kimi şəfəq saçırdı və bu məxmərin üzərində tək-tük qırmızı nöqtələr görünürdü. Onlar alaq edilmədən gizlənib qalan kiçik lalələr idi. Şahlar dedi, "Doludan zaddan sovuşsaq, bu il işimiz yaxşı olacaq." Səlimə dinmirdi. O həyəcanlı idi. Şahlar bunu hiss edərək susurdu. Səlimə şahların qoluna girmişdi. Onlar qarğıdalı tarlasından çıxıb yoncalığa düşdülər. Şahlar dedi, "Xəstəxana üçün yaxşı yer tapmışıq." "Harda?" Şahlar kəndin üst tərəfindəki hündür yeri göstərdi. "Odur bax, istəyirsən gedək sən də bax." "İstəyirəm, ancaq yaxşı olar ki, Güləbətini də götürək." Şahlar yampörtü Səliməyə baxdı. O ciddi deyirdi. "Nə üçün Güləbətini də götürməliyik?" "Necə nə üçün? Bugün sabah həkimliyi qurtarıb. Siz tikmək istədiyiniz xəstəxanada bəlkə elə o özü işləməli oldu." Şahlar təkrar Səliməyə baxdı. Yox, o zarafat eləmirdi və onun sözləri ağlabatan idi. "Özün bil, istəyirsən gedək götürək. Xətri çəkirsə baxsın." Onlar Çıraq dayının həyət qapısına çatıb dayandılar. Güləbətin onları artırmadan görərək düşüb yanlarına gəldi və dedi, "Salam Səlimə xanım. Şahlarla səhər görüşmüşdük, keçin içəri. Sonra gələrik, indi sizinlə bir şey məsləhətləşmək istəyirik." "Doğrudan, nə üçün təəccüb edirsiniz?
Siz həkimliyi qurtarırsınız. Amma bizim nə xəstəxanamız, nə də ambulatoriyamız var. İstəyirik siz diplom alıb gələnəcən biz də balaca bir xəstəxana tikək. Harda? Şahlar gelib bir yer seçiblər. İstəyirsiniz gedək siz də baxın. Yarayıb yaramadığını siz bizdən yaxşı bilərsiniz. Güləbətin Səlimənin ondan gözləmədiyi bir ciddiyyətlə cavab verdi. Gedək. Ancaq bir-iki dəqiqə gözləyin, paltarımı geyim. Xalatda yaxşı deyil. Və o qayıdıb evə tərəf yürüdü. Səlimə onun ardınca baxaraq, doğrudan da dedi, Qartalı dərədə necə gözəllər yetişir. Şahlar dedi, mənim ağlım kəsmir, o gəlib burada həkim olsun. Səlimə şahlara baxıb heç bir söz demədi. Güləbətin əyninə nazik jaket, ayaqlarına alçaqdaban yüngül tufli geyinib gəldi. Başı açıq idi. Çiynindən fotoaparat asmışdı. Şəklimizi də çəkəcəksən, deyə şahlar zarafatyana soruşdu. Bəs necə? Yoxsa istəmirsiniz? Nə üçün istəmirik? Onlar cığırla qalxıb dünyanın ən gözəl və nadir gülləri, çiçəkləri bitmiş bir talaya çıxdılar. Bura behişdir nədir? Deyə Səlimə heyrətlə səsləndi. Eyni ilə ot tayasına bənzəyən bir qayanın düz ortasından qol yoğunluğunda su fışqıraraq, havada almaz kimi parlayıb yarpızların, çöl nanəsinin, baldırxanların üzərinə səpələnirdi. Bütün kənd o yanda görünən qalın meşələr sanki adamın ayağı altında qalırdı. Balaca sarayın qabağında 20-yə qədər arı pətəyi düzülmüşdü. Bal arıları nəşəli zərif səslər çıxararaq çiçəkdən çiçəyə qonurdular. Uşaqlıqda burada o qədər çiyələr yığmışıq ki, deyə Güləbətin ətrafa göz gəzdirdi. Səlimə dedi, xəstəxana üçün buradan gözəl yer təsəvvür etmək olmaz. Şahlar hərarətlə izah etdi. Biz gərək binanı elə tikək ki, həm doğum evi olsun, həm də başqa xəstələr yerləşə bilsin. Güləbətin dedi, onda gərək heç olmazsa 2 balaca korpus olsun. Biri doğum evi, o birisi də başqa xəstələr üçün. 3 korpus tikə bilsəniz lap yaxşı. Biri də olar ambulatoriya. Hər korpus neçə otaqdan ibarət olmalıdır? Şahlar soruşdu. 2-3. O baxır sizin gücünüzə. Şahlar bir qədər fikirləşəndən sonra. 3 korpus tikə bilərik, dedi. Taxta dirəyə, daşa pul verməyəcəyik. Bəs bu arxana necə olacaq? Səlimə soruşdu. Köçürdərik ayrı yerə, deyə şahlar qaşqabaqlı cavab verdi. Kimindir ki? Sevdimalı əminin. Deyə Səlimə uzatdı. Sonra dirəkləri çürümüş arxanaya baxaraq əlavə elədi. Deyəsən çoxdanınkidir. Babamdan qalmadı. Atamgil ayrılanda arxana Sevdimalı əmiyə düşüb. Şahlar bir qədər susduqdan sonra əlavə etdi. Buranın elə havası, suyu xəstələrə şəfa verəcək. Səlimə gənc həkimə baxaraq gülümsədi. Bir də doktor Güləbətin xanımın əlləri. Doktor bizləri bəyənib gəlsə. Güləbətin şahlara mənalı bir nəzər salaraq dedi. Doktor indi heç bir söz deyə bilməz. Onu gələcək göstərir. Elə deyilmi Səlimə xanım? Görünür elədir. Bu qızın rəftarındakı açıq-saçıqlıq Səlimənin xoşuna gəlirdi. Səlimə düşünürdü. Doğrudan da o nə üçün öz hisslərini gizlətməlidir? Nə üçün ürəyindən keçənləri müəyyən mülahizələrə görə hiss etdirməməlidir? Əsrlər boyu sir gizlətməkdən, ikiyüzlülük etməkdən bir xeyir götürüblərmi? Lakin belə açıq-saçılığa dözmək də çətindir. Səlimə ümumiyyətlə bu qıza qarşı özündə zərrə qədər də olsa kin-küdurət hiss etmirdi. Daha doğrusu, bu heç onun yadına da düşmürdü. Həqiqəti tapmaq cəhdi. Mübarizə kim bəsləmək deyil. Bir dəfə fabrikdə kobud bir sex rəisi haqsız olaraq Səlimənin anasını təhqirləmişdi. Arvad şikayət elədi. Sex rəisi ilə araları saz olan direktor işin üstünü örtmək, onları barışdırmaq istədi. Lakin arvad razı olmadı. Ayağını yerə möhkəm dirədi. Rəisə şiddətli töhmət verdilər. Sonra çox çəkmədi ki, başqa bir günah üstündə onu rəislikdən də götürdülər. Səlimənin anası buna heç də sevinmirdi. Qapı qonşuları olan həmin sabiq sex rəisi ilə əvvəlki kimi mehribanlıqla salamlaşırdı. Səlimə o zaman bu barədə anasına bir söz deməsə də, hər şeyə fikir vermişdi. Anasının iradəsinə, təmkinliyinə heyran olmuşdu. O ərsiz, fəhlə qadın hər cür kin-küdurətin fövqündə idi. Səlimə bunu bilirdi və anası ilə fəxr edirdi. Kim deyir ki, insanın böyüklüyü onun vəzifəsindən və ya dühasından asılıdır? Kim deyir ki, böyüklük yalnız seçmə adamlara məxsusdur? Güləbətin onun yanında şahlarla zarafatlaşırdı. Gecitkənlə onun boynunu, boğazını dalayırdı. Lakin Səlimə pərt olmurdu. Səlimə bu təmkini özü üçün bir qəhrəmanlıq da hesab etmirdi. Səlimə təkrar-təkrar düşünürdü ki, Güləbətinin hərəkətlərində qeyri-təbii heç nə yoxdur. Şahlar kimi oğlandan çox qızın xoşu gələ bilər. Burada hökm şahlarınkidir, deyə Səlimə öz-özünə gülümsəyirdi.
Lakin bu zarafatyana təbəssüm ona ucuz başa gəlmədi. Balaca vadinin o biri qurtaracağında dərin uçurum var idi. Onların üçü də aşağıda hərlənib, tez-tez nəyinsə üstünə şığıyan qartala baxırdılar. Qəflətən Güləbətin şahları itələdi. Səlimə qışqırdı. Əgər oğlan əl atıb yaxındakı gərməşif ağacından tutmasaydı, birbaş uçuruma yuvarlanacağına söz yox idi. Şahlar qıpqırmızı qızardı və onun xəncər kimi kəskin nəzərləri bir an Güləbətinə zillənib qaldı. Güləbətin qəhqəh çəkib güldü. Rəngi ağappaq olmuş Səlimə təəccüblə gah Güləbətinə, gah da şahlara baxırdı. Şahlar papiros çıxarıb yandırdı. Güləbətin Səliməyə müraciətlə dedi. Bağışlayın, sizi diksindirdim. O şahları göstərdi. Bu isə belə qızarmaqda görünür ki, qorxmadı. Şah ona təkrar iti bir nəzər salaraq dedi. Axı, mənim qorxub qorxmamağım sənin nəyinə lazım idi? Görünür lazım idi. Səlimə bu dəfə özünü saxlaya bilmədi. Dedi. Hər halda siz yaxşı hərəkət eləmədiniz. Uçurum çox dərindir. Demək istəyirsiniz ki, şahlar oradan salamat qurtara bilməzdi. Ancaq görünür qurtara bilərmiş. Ona görə də siz nahaq elə bərk qorxdunuz. Səlimə düz onun gözlərinin içinə baxdı. Bu mənim özümdən asılı deyildi. Güləbətin gülümsədi. Oo, belə açıqlığı sevirəm. Sevdiniz, sevmədiniz. Mən heç bir şey gizlətmək fikrində deyiləm. Afərin. Gizlətmək köhnəlmiş üsuldur. Bizim əsrimiz həmişə açıq danışmağı tələb edir. Güləbətin şahlara baxıb bərkdən güldü. Yaxşı, bəs bu qəhrəman niyə ağzına su alıb durur? Şahlar cavab verdi. Mən fikirləşirəm ki, o cür ağıllı kişidən niyə sənin kimi səfih qız törəyib? Bu nə sözdür şahlar? Deyə Səlimə qızardı. Səlimə xanım, siz elə bilirsiniz ki, mən şahların sözündən pərt oldum. Əksinə, mən istəyirəm ki, ondan daha kobud sözlər eşidim. Bu mənə ləzzət verir. Tikansız qızılgül nəyə lazımdır? Şahlar hirsləndi. Bəsdir. Qızılgül? Güləbətin qəhqəhə ilə güldü. Afərin. Şahlar papirosundan dərin bir qullab vurub dedi. Bura bax, gülüş. Güləbətinə kənd arasında gülüş də deyirmişlər. Sən bəlkə elə güman edirsən ki, mən zarafat eləyirəm. Yox, mən bilirəm ki, sən kobudun, zalimin birisən. Lazım gəlsə, lap adamı boğub öldürə də bilərsən. Onda bəs niyə qorxmursan? Qorxuram və bu mənim xoşuma gəlir. Aydındırmı? Bəyən mən bilmirəm ki, sən canavar kimi ancaq parçalamağı bacarırsan? Şahlar qəzəblə səsləndi. Bəsdir. Güləbətin təkrar qəhqəhə ilə gülərək dedi. Yaxşı, gedək. Özü də cığırla yox. Burayla düşək. Güləbətin xanım tapdanmış cığırla getmək istəmir. Düz deyirsiz, istəmirəm. Görürsünüz, enmək çətin də olsa, bura nə gözəldir. Ancaq ayağımız balaca büdrəsə, birtəhər olarıq. Eybi yoxdur. Ölsəm təqsir şahlarda olacaq. Nə üçün? Səlimə soruşdu. Deyəcəklər, yaxşı kavaler deyilmiş. Şahlar dinmirdi. Daşların arasından yaşıl otlar və boy çiçəyi çıxmışdı. Bu çiçəklərin ətri eyni ilə limon ətrinə bənziyirdi. Onlar quruyub neçə il qaldıqda da ətirlərini itirmirlər. Oradan-buradan balaca quşlar pırıltı ilə uçub havaya qalxırdılar. Güləbətin birdən-birə dinməz və ciddi olmuşdu. Lakin dəriyə az qalmış o ani bir hərəkətlə şahların əlindən yapışıb üzü aşağı götürüldü. Şahlar özünü saxlaya bilməyərək onun ardınca uçurlanırdı. Səlimə ayaq saxlayaraq baxırdı. Onlar daşların, çuxurların üzərindən atlana-atlana yürürdülər. Güləbətin şahların əlini buraxmırdı. Yuxarıdan tökülən bulaq suyu balaca, nazik bir ağ kimi dəri ilə axırdı. Onlar buraya çatdıqda müvazinətlərini saxlaya bilməyərək lap suyun içinə yıxıldılar. Oy, deyə Güləbətindən bir nida qopdu. Lakin elə bu anda o üzü az qala öz üzünə toxunan şahlara baxıb, dodaqlarını onun dodaqlarına sıxdı. Şahlar əvvəlcə elə bir huşunu itirdi. Sanki taqətdən düşdü. Sonra hövülnak sıçrayıb ayağa qalxdı və suyu süzülə-süzülə yuxarıda dayanmış Səliməyə baxdı. Sonra qəribə bir cəsarətsizliklə, nə üçün düşmürsən? Niyə orada durmusan? Deyə soruşdu. Bu zaman Güləbətin də qalxaraq paltarının suyunu sıxırdı. O gözlərini qaldırıb şahlara baxaraq sakit halda gülümsədi. Şahlar nədəysə təqsirkarmış kimi göz qapaqlarını indirdi. Səlimə yoxuşu düşüb onların yanına gəldi. O Güləbətinin son hərəkətini, oğlanı öpdüyünü görməmişdi. Lakin bununla belə, onun təşəbbüsü gərgin idi. Şahlar paltarının suyunu sıxaraq qızların üzlərinə baxmadan çölə tərəf üz qoydu. Mən malqarıya baş çəkəcəm. Hələlik. Güləbətin onun ardınca baxaraq təkrar gülümsədi.
Sonra Səliməyə sarı dönərək dedi: "Gəlin biraz oturaq. Həm mənim paltarım qurusun, həm də dərimiz yansın." Onlar otların üstündə oturdular. Ancaq siz özünüzü nahaq islatdınız. Güləbətin jaketini çıxarıb günün qabağına sərərək Səlimənin üzünə baxmadan laubəli bir ifadə ilə dilləndi. Siz eləmi güman edirsiniz? Ancaq mən peşman olmağa xoşlanıram. Yoxsa qısqanırsınız? Xeyr, qısqanmıram. Mən də bunu sizə rəva görməzdim. Qısqanclıq dəbdən düşmüş, axmaq bir hisdir. Sevmək necə? Nə cür sevmək? Leyli və Məcnun kimi? Leyli və Məcnun kimi. 20-ci əsrdə sürət son dərəcə artmışdı. Bizim Romeo və Julietta olmağa vaxtımız yoxdur. Biz bir neçə dəqiqədə kosmosa çıxa bildiyimiz kimi bir anda külədə dönə bilərik. Səlimə qoparıb əlində oynatdığı boy çiçəyinə baxaraq dərindən nəfəs aldı və dedi: "Sizin dedikləriniz yeni bir şey deyil. Bu yaxınlarda oxuduğum qərb romanlarından birində qız anasının oynaşını onun əlindən alır." Güləbətin biganə bir təbəssümlə əlini kök və qəşəng qoluna çəkərək dedi: "Bu şablon sözləri eşitməkdən qulaqlarımız döyənək olub." Güləbətinin üzündəki sakit təbəssüm Səliməyə dözülməz görünürdü. O əlindəki boy çiçəyini əsəbi halda kənara tullayaraq dedi: "Elə bilirsiniz, həyasızlıqda sizin güman etdiyiniz zövq-səfa var? Mən heç nə bilmirəm. Bilmək də istəmirəm. Mən doğulub böyüdüyüm üçün yaşamalıyam. Həyatda mənə xoş gələn nə varsa, tez götürməliyəm və ya götürməyə çalışmalıyam. Unutmamalıyam ki, biz bir ovuc torpaqdan başqa bir şey deyilik." O bir qədər sustu. Sonra gözlərini sığalladığı qolundan çəkməyərək eyni biganə ifadə ilə soruşdu: "Siz şahlarla evlənmək fikrindəsiz?" "Bilmirəm. Bunu gələcək göstərər." "Necə bəyəm?" "Elə-belə soruşuram." "Bəlkə bu sizi narahat edir?" "Yox. Bayaq sizə dedim ki, qısqanclıq dəbdən düşmüş bir hisdir." Səlimə daha bir söz demədi. Onun nəzərləri hələ də Güləbətinə dikilib qalmışdı. Güləbətinin çiyinlərinə qədər çılpaq qolları həddindən artıq qəşəng idi. Bir an Səliməyə elə gəldi ki, dağ günəşindən yanıb qızaran bu gözəl qollar ona istehzalı bir xudbəzənliklə baxır. Onun yüksək mənəviyyatına gülür. Güləbətinin dodaqları təzəcə açılmaqda olan lalə kimi alışıb yanırdı. Onun çəhrayı yanaqlarında qeyri-adi bir təravət, bir cazibə var idi. Bir ovuc torpaq deyə Səlimə düşündü və onun acığı birdən-birə soydu. Bu gözəllikdə bir canın gec-tez, məsələ vaxtın uzunluğunda, qısalığında deyil, doğrudan da torpaq olacağı fikri həyatında birinci dəfə olaraq ona ciddi, anlaşılmaz, qorxulu bir sir kimi göründü. Bəlkə Güləbətin haqlıdır. Bəlkə Səlimənin eldən obadan uzaq, bu qartallı dərədə səhərdən axşamacan ora-bura qaçması, inəklərlə, buzovlarla əlləşməsi, sevdimalı əmi ilə çənəboğaz olması, yem bazası düzəltmək üçün qabıqdan çıxması və sair mənasız işlərdir. Lakin axı yalnız heyvani hisslərin toxluğunda heç bir saadət yoxdur. Qız boksçudan sonra tanış olduğu bir vəkili xatırladı. Bu 35-36 yaşlarında sağlam, qırmızı sifət bir kişi idi. Çexov demişkən, gilanar kimi qırmızı dodaqları var idi. Əvvəl 1-2 il məhkəmə sədri olmuşdu. Sonra vəkillikdə də işi pis getmirdi. Ev eşiyi, pul filan. Lakin Səlimə onunla görüşməkdən tez təngə gəldi. Vəkilin lalə kimi qırmızı sifəti, yetişmiş gilanar tək parıldayan dodaqları, gözlərindəki məmnun ifadə ona dözülməz göründü. O vəkildən iyrəndi. İndi də yadına düşəndə bila ixtiyar üzünü yana çevirdi. O zaman Səlimə vəkilə baxaraq birdən-birə düşünmüşdü. Necə ola bilər ki, bütün ömrüm boyu bu cür özündən razı, qayğısız, tox yaşayasın. Həyatda mənə xoş gələn nə varsa, götürməyə çalışmalıyam. Lakin bu xoş gələn nədir? Və onu necə götürmək lazımdır? Bu hər halda vəkilin gilanar kimi parıldayan dodaqları deyildi. Pulu da deyildi. Çünki bunlar tezliklə onun gözündən düşdü. Məyər Səlimə həyatda ona xoş gələn nə varsa götürməyə can atmırmı? Məyər o asketdirmi? Məyər o pedantlara, həyatı qurudub göz qabağına dürtənlərə nifrət etmirmi? Doğrudur, bütün canlı məxluqatın axırı torpaqdır. Lakin bu nəticə heç bir zaman təbiət gözəlliklərinin ahəngini pozmamışdı. Bu ahəng əbədidir. Bu ahəng həyatın qanunudur. Geri qayıtmaq olmaz. O çılpaq dövlələrdə malqarıya qulluq edir və bunu zəruri sayır. Çünki o yalnız özünün, öz sövq təbilliklərinin toxluğunda bir xoşbəxtlik,
bir ləzzət görmədi. O istəyir ki, bizim hər birimizin saadəti ümumi gözəlliyin bir naxışı olsun. Ona elə gəlir ki, bizi başqa canlılardan ayıran cəmi məxluqatın əşrəfi edən də bu arzu uğrundakı mübarizədir. Axı heç bir heyvan öz balasından başqası haqqında düşünmür. Səlimə təkrar Güləbətinə baxdı. Onun üzündə özündən razı, məmnun bir ifadə var idi və bu ifadə olduqca günahsız, sadəlöf idi. Səlimə gülümsəyərək ayağa qalxdı. Deyəsən, paltarınız qurudu. Güləbətin jaketini götürüb geydi. Quruyub. Səlimə əlini uzatdı. Gedək. Güləbətin onun ağ və arıq əlindən yapışıb gülə-gülə qalxdı və onlar yavaş addımlarla kəndə getdilər. 3 gün sonra Şahlar rayon mərkəzindən qayıtdığı zaman hörgü daşı ilə dolu 2 maşının qarajda dayanıb qaldığını görərək Sultandan soruşdu. Bu nədir? Daşı burada niyə saxlamısınız? Aparmışdıq. Bəs niyə qaytardınız? Sevdimalı əmi qoymadı. Necə yəni qoymadı? Necəsi yoxdur ki? Deyir, mən arılarımı buradan heç yana köçürəm deyiləm. Siz də onun sözü ilə daşı geri qaytardınız. Qaytarmayaydıq, bəs nə eləyəydik? Durub maşının qabağında. Qoyur gedək. Əminin xasiyyətini bilmirsən? Maşına bastırmayacaqdıq ki. Deməli dənəbəylikdir. Sultan acıqlı cavab verdi. Bilmirəm, onu sən soruş. Mən yaxşı, soruşaram. Siz daşı aparın tökün ora. Özünə də deyin, arxananı oradan köçürsün öz qapısına. Sənə deyirəm ki, kəsib yolun ağzını qoymur. Yenə də başlayırsan. Özü hardadır? Biz orada qoyub gəldik. Şahlar daha bir söz deməyib qarajdan çıxdı. Xəstəxana tikdirmək istədiyi yerə üz qoydu. Əmisini görüb danışmaq istəyirdi. İstəyirdi ki, başa salsın ki, torpaq xalqındır. Artelindir. Onun deyil. Özü də ferma müdiridir. Kəndin bu tərəfindən Sevdimalı əminin arıxanasına gedən yol balaca bir qarğıdalı tarlasının böyründən keçirdi. Bu tarla buradakı başqa tarlalara nisbətən gümrah idi. Bir qarış qalxmış göyərti adamın üzünə gülürdü. Şahlar balaca aşırımı açdıqda, o biri tərəfdə Sevdimalı əminin kürən inəyinin tarlanın lap ortasında otladığını gördü. Bu inək oğru inək olması, necə deyərlər, insan kimi dil bilməsi ilə bütün kənddə məşhur idi. Onun bura girməsi birinci dəfə deyildi. Bir qədər Xan Hüseyin, hətta şahlar özü də Sevdimalı əmiyə demişdilər ki, onu çölə tək ötürməsin. Çünki ötürən kimi, kürən inək birbaşa tarlalara üz qoyur. Ən yaxşı yerdə otlayıb qarnını doyurandan sonra yenə də qayıdıb sahibinin qapısına gedirdi. 100 atlı düşsəydi, kürən inəyi tuta bilməzdi. Şahlar ayaq saxlayıb bir neçə saniyə onun cavan qarğıdalı zoğlarını necə amansızlıqla budadığına baxdı. Sonra göz gəzdirib, yerdən kənarları bıçaq kimi iti bir çıngıl parçası götürərək, arxadan yavaş-yavaş irəlilədi. Kürən inək qayıdıb ona tox və keyfi köç bir nəzər salaraq götürüldü. İnək quyruğunu belinə qısaraq yamyaşıl tarlanı ayaqlaya-ayaqlaya qaçır. Şahlar arxadan yürürdü. Kürən inək özünü girə verən deyildi. O tezliklə tarladan çıxdı. Şahlar 2 dəfə büdrəyib yıxılaraq qalxdı. Nəfəsi tutuluncaya qədər qovdu. Nəhayət inəyə çata bilməyəcəyini hiss edərək daşı tolazladı. Cıngıl inəyi tutmadı. Qayaya dəyib çiliyləndi. Hissindən ağlamaq dərəcəsinə gələn şahlar dayanıb inəyin arxasınca yana-yana baxdı. Sonra qəzəblə arxana olan təpəyə qalxdı. Sevdimalı əmi orada yox idi. Şahlar tənginəfəs özünü arxananın qabağına düzülmüş arı pətəklərinə yetirdi və onları bir-bir təpi ilə vurub dağdan üzü aşağı dığırlatdı. Aşağıda oynayan kənd uşaqları yuxarıdan dığırlanıb gələn pətəklərə heyrətlə baxırdılar. Pətəklər daşlara, qayalara dəyib parçalanırdı. Uşaqlar yüyürüb onların üzərinə dağılmış kəhraba kimi bal ilə dolu sapsarı şanlardan hərəsi birini götürüb yeməyə başladı. Bu zaman pətəklərdən biri də dığırlanıb gəldi və onların lap böyründə, qayaya dəyib top kimi partladı. Uşaqlardan biri dağ yuxarı baxaraq səsləndi. Siz ölməyəsiz, yəqin ayıdır. Onlar dönüb gürültü ilə kəndə qaçaraq, Sevdimalı əminin arxanasını ayı dağıtdı, deyə qışqırdılar. Bir anda kəndə hay düşdü. Adamlar bir-birinə dəydi. Yenicə evinə gəlmiş Sevdimalı kişi səsküyü eşidib bayıra çıxdı. Uşaqlar ona çatıb əhvalatı xəbər verdilər. Sevdimalı kişi qayıdıb evdən qoşallı ilə patrondaşı götürərək dağa tərəf qaçdı. Arvadı Sərvinaz da onun ardınca yüyürdü. Sevdimalı kişi dağın dibində parçalanıb dağılmış pətəkləri və onların üzərində bulud kimi dayanmış arıları görəcək bir an yerində donub qaldı. Sonra tüfəngi götürüb üzü dağa tərəf gürüldatdı.
Yuxarıda dayanıb papiros çəkən şahlar güllə səsini eşidərək irəliləyib dağdan üz aşağı baxdı. Sevdimalı kişinin əlində tüfəng altdan yuxarı qara nəfəs çıxdığını gördü və tələsmədən gedib o biri tərəfdən yoxuşu enməyə başladı. Birdən Sevdimalı kişi başını döndərib onu gördü. Deyə qışqırdı. Ayı necə oldu? Şahlar dinmədi. Sevdimalı kişi ona təəccüblə baxaraq yoluna davam etdi. Onun düşünməyə, sorğu-sual etməyə vaxtı yox idi. O, arxanıya çataraq yerdə qalan pətəklərdən başqa heç nə görmədi. Dönüb ətrafı diqqətlə nəzərdən keçirdi. Yüyürə-yüyürə uca qayanın başına qalxıb, oradan təkrar hər tərəfə göz gəzdirdi. Bir qədər aralıda kəndlilərin xüsusi qoyunlardan ibarət sürüsü otlayırdı. İki iri boz köpək kənarda uzanıb tənbəl-tənbəl mürgüləyirdi. Balaca bir qayanın üstündə oturmuş çoban əlində ağac yonurdu. Sevdimalı kişi, mədəd, mədəd, deyə onu səslədi. Çoban başını qaldırıb, nədir əşi, deyə soruşdu. Ayı necə oldu? Ayı nədir əşi? Ayı canlı dərddir, bilmirsən nədir? Mədəd özündən çıxdı. Əşi, niyə təhqir eləyirsən? Axmağın bir axmaq. Ayı burada pətəyi dağıdır, sən də orada özünü günə veribsən. 19-20 yaşlarında oğlan olan Mədəd ildırım sürəti ilə ayağa qalxaraq Sevdimalı kişiyə tərəf yüyürdü. İtlər də sıçrayıb onun ardınca qaçdılar. Mədəd Sevdimalı kişiyə çatıb dedi. Əşi, burada ayı zat nə gəzir? Sevdimalı ona cavab verməyərək hövluna ki ora-bura cumur. Hər tərəfə diqqət yetirirdi. Mədəd də itlərlə birlikdə dağın o biri tərəflərini axtarırdı. Sonra Sevdimalı kişinin yanına qayıdaraq dedi. Əşi, Alabaşla Qurtbasanı tanıyırsan. Ayı oldu, onlar duyuq düşmədi. 2 verstlikdən iynə alırlar. Şahlar özü də elə indicə buralarda hərlənmirdimi? Bir də ki, axı ayı pətəkləri niyə dağdan dığırlatsın? Sevdimalı kişi bir neçə saniyə çobana baxaraq heç bir söz demədən dönüb sürətlə dağdan indi. Şahlar tələsmədən evə girib divardan 5 atılanı və patrondaşı götürüb çıxdı. Hara belə abala? Deyə Gülünsə xala soruşdu. Şahlar ona cavab verməyərək evlərinin yanındakı balaca təpiyə qalxdı. Sevdimalı kişi özünü yetirərək darvazanın ağzında dayanmış Gülünsə xaladan soruşdu. Hanı o küçüyün? Nə olub? Sevdimalı kişi qışqırdı. Hanı o küçüyün? Çağır çıxsın çölə. Gülünsə qaynından həya edərək səsini qaldırmadı. Axı nə olub? Bu saat beynini qatıq kimi dağıdaram. Onda bilərsən nə olub. Gülünsə xala birdən-birə özündən çıxdı. Anası ölmüşdü onun. Tüfəng götürüb arvad üstünə gəlmisən? Utanmırsan? Sənin kimi həyasızın südünü əmən, ondan artıq olmaz. Şahların səsi eşidildi. Bura bax əşi, yeri get. Pətəklərin qalanını da oradan düşür. Sevdimalı kişi başını döndərərək təpənin üstündə dayanmış şahları görüb tüfəngi üzünə götürdü. Gülünsə xala ildırım surəti ilə özünü irəli atıb tüfəngi qamarladı. Burax, qancıq, deyə kişi qışqırdı. Gülünsə görünməmiş bir qüvvə ilə tüfəngi qanırıb onun əlindən almaq istədi. Sevdimalı kişi tüfəngi zorla əlində saxlaya bildi. Həyasıza bax ha! Gülünsə xalanın yaylığı açılıb başından düşdü. Və o bir də eyni qüvvətlə tüfəngi qanırdı. Sevdimalı kişi qızarıb pörtmüş halda bütün gücünü toplayaraq tüfəngi əlindən buraxmamağa çalışırdı. Boyca kişidən hündür olan Gülünsə xala ona güc gəlirdi. O qışqırırdı. Gödək koramal, ağlını hara vermisən? Sənin kimi 50 kişini tumanbağımla boğub bir dəriyə ataram. Qonşu evlərdən 3 kişi çıxıb onların yanına yüyürdü. Sonra yan yörədəki arvad-uşaq tökülüb gəldi. Kişilər Gülünsə xalanın əllərini tüfəngdən zorla qopara bildilər. Sonra hərəsi Sevdimalı kişinin bir qolundan yapışıb yaxındakı evə tərəf çəkdilər. Buraxın, deyə kişi qışqırdı. Anabala ikisini də öldürməsəm, atamın oğlu deyiləm. Gülünsə xala yaylığını götürüb başına atdı. Onu dövriyə almış arvadlar heç nə soruşmurdular. Gülünsə xala gözlərini Sevdimalı kişi girən otağa zilləmişdi. Hirsindən dodaqları əsirdi. O elə baxırdı ki, elə bil yenidən hücum edəcəkdi. Arvadlardan biri onun qolundan yapışaraq, Yeri gir həyətə, ayıbdır, dost düşmən var. Gülünsə gözləri Sevdimalı kişi olan evə zillənmiş halda qeyzlə pıçıldadı. Qurumsaq, tüfəng çəkib gəlir. Arvadlar onu çəkib həyətə saldılar. Tay yaxşı. Şahlar sakit halda təpədən enib gəldi və tüfəngi, patrondaşı aparıb evə qoyaraq çıxdı. Haraya, deyə Gülünsə xala soruşdu. Şahlar onların böyründən keçərək cavab vermədi. Haraya, abala, deyə Gülünsə xala bəkdən təkrar etdi. Şahlar geri çevrilmədən cavab verdi. İdarəyə gedirəm. Qayıt otur evdə. Şahlar həyətdən çıxdı. Tay heç nə olmaz, sovuşdu.
deyə arvadlardan biri dilləndi. Axı, dava nə üstündədir? Gülünsə xala gözlərini sevdimalı kişi olan evin qapısına zilləyərək susurdu. Sanki dişi pələng puskuda durub yenidən hücuma keçəcəyi anı gözləyirdi. Şahlar idarəyə daxil olub telefonun dəstəyini götürdü. Alo, alo, kolxoz-savxoz idarəsi rəisini ver. Yoxdur. Bu zaman Səlimə tələsik içəri girərək qapının ağzında dayanıb həyəcanlı halda ona baxdı. Partiya komitəsinin katibini ver. O hardadır? Hansı kətdədir? Şahlar dəstəyi yerinə çırpdı. Nə olub? Deyə Səlimə soruşdu. Şahlar onun üzünə baxmadan asta səslə cavab verdi. Heç nə. Sən yaxşı iş tutmamısan. Xalqın arxanasını o cür dağıtmağa sənin nə haqqın var? Anarxiya zad deyil ki. Şahlar başını qaldırıb Səliməyə baxdı. Sevdimalı əmi Qarğıdalının, silosun əleyhinə çıxsın, dinməyək. Təzə göyərmiş tarlanı inəyinə otlatsın, dinməyək. Xalqın yerini mənimsəsin, artelin qanununu pozsun, dinməyək. Belə şey olar? Dinmək lazımdır. Ancaq o cür yox. Heyət var, idarə var, cəmaat var. Yoxsa o Pəri xalaya tərəf döndü. Yaxşı, sən deyən kimi də eləyərik. Dur, ay arvad, dur bu saat heyəti yığ. Heyətdə şahlarla Briqadir xan Hüseyin bir tərəf oldu. Qalan üzvlər də bir tərəf. Əks tərəf şahları təqsirləndirdi. Yekə cüssəli bir adam olan Alı dayı deyirdi. Bura bax görüm, sən gəl mənim pətəklərimi dağdan dığırlat, arılarını çölə tök. Mən də durum baxım, tüfəngdə çəkərəm, hələ biraz da o yana gedərəm. Cavan oğlansan, sədrin yerini sənə tapşırdıq ki, ağılla dolanasan, cəmaatı yola verəsən. Yoxsa gedib xalqın azuqəsini dağıdasan? Şahlar əsəbi halda səsləndi. Xalqın dolanışığı arteldəndir. Belə hallarda həmişə kəskin mövqe tutan xan Hüseyin böyürdən dilləndi. Əşi, Alı dayı, sən də qəribə söz danışırsan. Hərə bir tərəfə ağacını dirəsin ki, bura mənimdir. Bəs cəmaatın işi nə olsun? Sevdimalı kişi cəmaatdan deyil, deyə başqa bir heyət üzvü soruşdu. Cəmaatdandır. Amma elin torpağına yiyələnməyə ixtiyarı yoxdur. Cəmaat deyir ki, arıxananı buradan köçür. Özümüz üçün xəstəxana tikirik. Nə ixtiyarın var köçürməyəsən? Onu cəmaat demir, şahlarla sən deyirsən. Xəstəxana tikmək üçün nə çox deyir? Gərək elə Sevdimalının arıxanasını dağıdasız? Şahlar qətiyyətlə cavab verdi. Biz xəstəxananı orada tikəcəyik. Çünki hər yerdən ora yaxşıdır. Ora əlverişlidir. Aradan qısa bir sükut keçdi. Şahlar sözünə davam etdi. Mənim birinci təklifim budur ki, Sevdimalı əminin arxanası oradan köçürülsün. İkinci, Sevdimalı əmini ferma müdürlüyündən götürək. Alı kişi soruşdu. O niyə? Ona görə ki, qanun qaydiyə tabi olmaq istəmir. Heç bir yeniliyin tərəfdarı deyil. Heyət üzvlərindən bir başqası soruşdu. Nə demisiniz eləməyib? Şahları od götürdü. Əşi, Qarğıdalının ziddinə gedir. Silosun ziddinə gedir. Xəstəxana tikməyin ziddinə gedir. Tay nə olacaq? Mən başa düşmürəm. Niyə biz gərək bir adamın nazı ilə oynayaq? Bayaqdan bəri sükut içində qəlyanlı tüstülədən Mövlan verdi baba. O adam, dedi, sənin əmindir. Nə olsun? Olsun ki, böyükdür, ağsaqqaldır. Bugün ona hörmətsizlik eləyən, sabah da mənə eləyəcək. Alı dayı hərarətlə təsdiq elədi. Düzdür, öz əmsinin qədrini bilməyən sənin mənim qədrimi hardan biləcək? Harda görünüb ki, sən durub 60 yaşlı əminin yurdunu dağdasan? Və Alı dayı birdən şahlara müraciətlə soruşdu. Bura bax görüm, yəni sən onunla demək istəyirsən ki, ay cəmaat, görürsünüzmü, mən arteldən ötürü öz doğma əmimdən də keçirəm? Bir başqası dilləndi. Sevdimalı kişi artelin heyvanına can yandıranda, biri 2, 2-ni 4 eləyəndə sən heç anadan olmamışdın. İndi nə olub? Xalq düşməni çıxıb? Şahlar əlini stola çırpdı. Əşi, vallah, sizlə heç bir iş görmək olmaz. Mən belə işləyə bilmirəm. Yığılın, özünüzə ayrı bir sədr seçin. Arıya sükut çöktü. Səlimə bir-bir adamları nəzərdən keçirirdi. Onlardan hər biri öz fikri ilə məşğul idi. Səlimə dərindən nəfəs alaraq onlara müraciətlə dedi. Mən də bu fikirdəyəm ki, şahlar Sevdimalı əminin pətəklərini dağdan dığırlatmaq da çox pis iş görüb. Gərək hirsini boğaydı. Mövlanverdi baba təsdiq əlaməti olaraq başını ağır-ağır tərpətdi. Səlimə davam etdi. Ancaq Sevdimalı əmi yaxşı hərəkət eləmir. Arıxananı oradan köçürmək lazımdır. Alı dayı soruşdu. Siz gərək elə xəstəxananı hökmən orada tikəsiz? Səlimə qətiyyətlə cavab verdi. Hökmən. Bunun üçün Qartallı dərədə oradan əlverişli yeri yoxdur. Bugün sabah həkim olacaq Güləbətin xanım da bizim fikrimizi təsdiq elədi.
Bu axırıcı sözləri eşidəndə Sevdimalı əmini müdafiə edənlərin üzündə xoş bir ifadə yarandı. Tarixdə birinci dəfədir ki, Qartallı dərədən böyük məktəb qurtaran həkim çıxırdı. Alı dayı acığı soyumuş halda soruşdu. Ax, xəstəxananı odağın başına qaldırmağın xeyri nədir? Xeyri birinci budur ki, oranın havası hər yerdən yaxşıdır. Təmizdir. İkinci, kənddən bir qədər aralıdır. Mal qaradan, tövlələrdən uzaqdır. Üçüncü, sakit yerdir. Səsküy yoxdur. Dördüncü, səfalıdır. Oradan baxanda hər tərəf görünür. Adamın ürəyi açılır. Belə şeyin də xəstələr üçün əhəmiyyəti çoxdur. Daha nə deyim? Səlimə susub adamlara nəzər salaraq əlavə etdi. Mən bu gün gedib baxmışam. Sevdimalı əminin evinin dalındakı yamac arxana üçün çox əlverişli yerdir. Hər yan gül çiçəyidir. Əgər kişi arılarını ora köçürsə, heç nə itirməz. Sevdimalı kişinin tərəfdarları başlarını aşağı salıb düşünürdülər. Mövlanverdi baba sakit səslə öz-özü ilə danışırmış kimi dedi. Ata-baba yurdudur. Kör qoymaq çətindir. Arıya yenə də qısa bir sükut çöktü. Alı dayı gözlərini yerdən qaldırmadan. Ata yurdu da olsa, gərək əl çəksin. Zamanın tələbidir. Şahlar dilləndi. Eşi, Mövlanverdi baba, ata-baba yurdu axı niyə kör qalır? Arıxana bir adam üçündür, amma xəstəxana bütün bir kəndə qulluq eləyəcək. Yenə də sükut. Kişilərdən biri dilləndi. Ancaq Mövlanverdi baba, onu da deyim ki, bacı qızı yaxşı deyir. Sevdimalının evinin dalı arıxana üçün pis olmaz. Səlimə təsdiq etdi. Qətiyyən pis olmaz. Alı dayı qızın bu hərəkətinə qarşı gülümsədi və dedi. Biz Sevdimalını birtəhər başa salarıq. Sonra şahlara sarı dönərək əlavə etdi. Ancaq sən kişinin 5 pətəyini xarab etmisən. Bəs onun haqq hesabı necə olacaq? Heyət üzvlərindən biri cavab verdi. Necə olacaq? Cəriməsini çəkməlidir. Şahlar kimsənin üzünə baxmadan dedi. Mən Sevdimalı əmimlə işləyə bilməyəcəm. Sükut. Alı dayı dedi. Bu işə baxarıq. Fikirləşmək lazımdır. Sevdimalı uşaq deyil. Neçə ildir fermanın üstündə durur. Düz adamdır. Boynumuzda haqqı var. Düz adamdır. Boynumuzda haqqı var. Amma öz arıxanasını cəmaatın işindən əziz tutur. İnəyini başlı başına buraxıb qarğıdalı tarlasında otarır. Şahların sözləri Sevdimalı əmini müdafiə edənlərdən heç birinin tükünü tərpətmədi. Hamının inəyi var. Sevdimalı qarğıdalını qəsdən otarmaz. Qaldı arxana, kimin malı özünə şirin deyil. Səlimə kişilərin üzündəki ifadədə bu sözləri oxuyurdu. Lakin o şahlar kimi hövsələsiz deyildi. O bilirdi ki, 100 min illərdən bəri insana hakim olmuş xüsusi mülkiyyətçilik hissini birdən-birə yox etmək olmaz. Bunun üçün hər şeydən əvvəl ictimai mülkiyyəti gücləndirmək, həddindən artıq gücləndirmək lazımdır. İnsanın vicdanını sübut dəlil qarşısında qoymaq lazımdır. Yoxsa dava-şavadan, inzibatçılıqdan nə çıxar? Elə bu fikrin təsiri altında Səlimə dedi. Arteldə arıxana düzəltmək lazımdır. Yaxşı bal verir. Düz dünya çiçəyidir. Alı dayı dedi. Qartallı dərənin balı harda var? Səlimə soruşdu. Nəcəb indiyəcən bu barədə fikirləşməmsiz? Heç zat, başımız qarışıb mala heyvana. Mal heyvan öz yerində. Orası heylədir. Briqadir xan Hüseyin, nə çox meşədə bal, deyə zarafata saldı. Sonra Səliməyə xitabən ciddi ifadə ilə izah elədi. Biz dədə-babadan həmişə maldar olmuşuq, tərəkəmə olmuşuq. Heyvan Qartallı dərənin otunu otlayandan sonra dağların o tərəfinə, təzə otlaqlara köçmüşük. Köçəri olduğumuz üçün də elə şeylər yadımıza düşməyib. İndi ki oturaq həyat keçiririk, hər şey eləmək olar. Alı dayı şahlara müraciətlə dedi. Bütün bunlar bir yana. Vaxt gələr, arıçılıq ferması da düzəldərik. Ancaq yaxşı olar ki, o vaxtacan sən özünü düzəldəsən, hövsələli olasan, özünü ağsaqqal kimi aparasan. Biz sənə etibar eləmişik. Sən də gərək ona qiymət qoyasan. Şahlar dedi. Uşaq kimi məni qabağınıza qoyub nəsihət verməyin. Sənin öyüd nəsihətdən xoşun gəlmir, gəlməsin. Ancaq cəmaatın sözünü eşitməlisən. Bu sənin borcundur. İndi isə, tay ayrı bir işin yoxdursa, bizə icazə ver gedək. Şahlar sərt ifadə ilə cavab verdi. Ayrı sözüm yoxdur. Adamlar çıxıb gedəndən sonra şahlarla Səlimə xeyli müddət sustular. Sonra Səlimə gülümsəyərək ayağa qalxdı. Deyirlər, sən tüfəng götürüb səngərə girmisən. Şahlar qızardı. Səlimə qəhqəhə ilə güldü. Sonra ani bir hərəkətlə irəli gəlib, gözləri o biri otağa açılan qapıya baxa-baxa, oğlanın başını 2 əli ilə tutub sinəsinə sıxdı. Saçlarını qarışdırdı. Şahlar usduqca başını kənara çəkdi. Sən, dedi,
hər şeyi zarafata salırsan. Sədr də elə iş edərmi? Sədr neyləyəydi? Dayanıb əllərini yuxarı qaldıraydı? Ya sinəsini açıb deyəydi, gəl vur? Sədr gərək əvvəldən işini o yerə çatdırmayaydı. Xalqın arı pətəklərini götürüb dağdan üzü aşağı dığırlatmayaydı. Xalqın canı çıxsın, qayda qanuna tabe olsun. Heyf deyil əskərlik. Səlimə eyni zarafatyana əda ilə sözü uzatdı. Belə de. Bəs necə? Filan işi gör qurtardı. Sevdimalı əminin əskərlik yaşı çoxdan keçib. Şahlar sərt hərəkətlə qandırılıb atdan yuxarı Səliməyə baxdı. Lakin Səlimə ona hər zamankindən daha gözəl və daha canlı göründü. Səlimənin ona zillənən gözləri sanki intihasız bir nur parçası kimi böyüyərək şahları bürüdü. Arı pətəklərinin yuxarıdan aşağı dığırlanması, sonra tüfəng götürüb təpiyə qalxması. İndi ona həddindən artıq gülünc göründü. Lakin oğru inəyin təzə göyərən qarğıdalı tarlasına soxulması yadına düşəndə təkrar hissləndi və dedi, axı sən bilmirsən ki, bu sevdimalı əmim məni necə yandırıb tökür. Səlimə xəfifcə gülümsəyən gözləri ilə ona baxır və susurdu. Şahlar büsbütün dilxor oldu. Özünə də, lənətə gəlmiş oğru inəyə də, sevdimalı kişiyə də nifrət edərək ayağa qalxdı və Səlimənin üzünə baxmadan bayıra çıxdı. Səlimə, mən də çıxdım və ona çataraq soruşdum. Hara? O təəccüblü dərəcədə mülayim ifadə ilə cavab verdi. Elə belə. Günün günorta çağı olmasına baxmayaraq, mən onun qoluna girdim və biz yavaş addımlarla fermanın malqarası otlayan çölə tərəf üz qoyduq. O bu dəfə qolunu çəkmədi. Mən qandırılıb yuxarıda öz eyvanlarında dayanıb durbinlə bizə baxan güləbətini gördüm. Şahlar, özünü düzəlt. Biz fokusdayıq. Nə fokus? Mən Çıraq dayının evinə işarə etdim. Şahlar baxıb qəribə bir görünüş aldı. Sanki o nədənsə ehtiyat edirdi. O addımlarını yeyinlətdi. Nə olub, niyə qaçırsan? Deyə zarafatyana soruşdum. O addımını yavaşıtdı. Lakin bir dəfə də olsun Çıraq dayının evinə tərəf baxmadı. Mən əlimi onun qolundan çəkdim. O yanakı mənə baxıb soruşdu. Nə oldu? Mən gülümsədim. Nə olacaq? Heç nə. O başını döndərib evə tərəf sərt bir nəzər saldı. Sonra o özü, mən Qartallı dərəyə gələndən bəri birinci dəfə günün günorta çağı mənim qoluma girdi. Mən ürəyimin necə tez-tez döyündüyünü hiss edərək dedim. Lazım deyil şahlar. Və qolumu çəkmək istədim. O buraxmadı. Və balaca təpənin o biri tərəfinə aşana qədər heç birimiz danışmadıq. Çıraq dayının eyvanına da baxmadıq. Təpəni aşıb kənd görünməz olduqda isə mən dayandım. O da ayaq saxladı. Mən əllərimi qaldıraraq onun başını qucaqlayıb özümə tərəf əydim. Üz gözünü 100 dəfə öpdüm. Sonra yaşarmış gözlərimi o görməsin deyə üzümü yana çevirdim. Qartallı dəriyə gələnə qədər kimsə mənim ürəyimdən keçənlərin fərqinə varmamışdı. Hətta ailəmizdə də. Atam yox idi. Anam da fəhlə adam idi. İşdən yorğun arxın qayıdıb balaca, doğma evimizin min cür dərdisəri ilə məşğul olurdu. Mənim Nazımla oynamağa vaxtı yox idi. Biz yamacdan quzu qulağı, yemlik yığıb bulağın yanına gəldik. Mən yığdıqlarımızı dumduru suyun içinə töküb yudum. Sonra hərəmiz bulağın bir tərəfində əyləşərək yavaş-yavaş yeyir və bir-birimizə baxırdıq. May günəşi altında parlayan bulaq suyu incə bir şırıltı ilə qayadan tökülərək otların və çiçəklərin arası ilə axıb gedirdi. Quzuqulağı yaman turş idi. Heyf ki duzu yoxdur, dedim. Sən otur, mən bu saat mal oturanlardan alıb gətirərəm, deyə şah uşaq kimi sıçrayıb ayağa qalxdı. Lazım deyil, deyə arxadan qışqırdım. Lakin o dayanmadı və mən göz qırpınca qabaqdakı ikinci təpənin o biri tərəfini açdı. Bulaq balaca dərənin içində idi. Mən oturduğum yerdən bir göy, bir də yamaclar görünürdü. Göy tünd mavi və intihasız idi. Yamaclarda isə çiçəyi çağırırdı. Bulağın şırıltısından başqa heç nə eşidilmirdi. Mən oturub onu gözləyirdim. Mən qəribə xəyallara dalmağı xoşlayıram. Mənə elə gəlirdi ki, bu dərə bütün kainatdan təcrid olunmuş əfsanəvi bir aləmdir və mən oturub öz qəhrəmanımı gözləyirəm. Məni əhatə edən çiçəklər də, bulaq da canlı məxluqlardır. Bizi çoxdan tanıyan, bizə yaxın olan, bizi əzizləyən canlı məxluqlar. Mən onların arasında uzanıb rahat və arxayın yata bilərəm. Sanki bizim, mənim və onun bu balaca dünyamızda qəm-qüssə, əzab-əziyyət kimi məfhumlar yoxdur. Qayğı, istirab yoxdur.
Sanki birazdan günəş qürub edib, axşam sərini qalxanda mələklər enib bizim yanımıza gələcəklər və biz hardasa çalınan, başımız üzərindəki səma kimi təmiz, aydın və dərin olan sehirkar bir musiqiyə qulaq asacağıq. Sonra ay doğanda dəstə ilə gedib, dünən doğulmuş balaca buzovlara baş çəkəcəyik. Mən ceyran balasına oxşayan qaşqa buzovu qucağıma götürüb, ay işığında onlara göstərəcəm. Lakin odur. Mənim qəhrəmanım təpənin üzərinə qalxdı. O mavi səmanın fonunda necə də boylu buxunlu, necə yaraşıqlı görünür. O gəlib mənim yanımda oturaraq, ovcunda gətirdiyi duzu balaca yastı daşın üstünə tökdü. Biz quzu qulağını, yemliyi duza batırıb yeyirdik. Mən ayaqlarımı altımda geri qatlayaraq sol əlimi yerə dirəmişdim. Elə bil ki, onun tapıb gətirdiyi bu duz dünyanın ən qiymətli bir şeyi idi. Və bunu yalnız o, mənim qəhrəmanım tapa bilərdi. Mən bu qeyri-adi gözəllik içində özümü o qədər xoşbəxt, o qədər rahat hiss edirdim ki, onun bir əbədiyyət qədər nəhayətsiz olmasını istəyirdim. Mən ona baxır və susurdum. Birdən o əlindəki quzu qulağını suyun içinə çırparaq, lap təngi gəlmişəm, dedi. Nə üçün? Deyə tamam biganə ifadə ilə soruşdum. O mənə iti bir nəzər salaraq dedi. Necə nə üçün? Evə gedirsən anam başlayır. Çölə çıxırsan sevdimalı əmim. Qolqanad açmağa qoymurlar. Sonra hirslənərək əlavə etdi. Hamısına bir dəfəlik son qoymaq lazımdır. Nə cür? Günü sabah sevdimalı əmimi ferma müdürlüyündən çıxarmaq. Bəs Gülünsə xalanı? Onu ki analıqdan çıxarmaq olmaz. Analıqdan çıxarmaq olmasa da çarə tapılar. Nə cür? Deyə mən eyni bicanə ifadə ilə sualımı təkrar etdim. Zaksa getməyə lazımdır. Vəssalam. Hara? Zaksa. Quzuqulağı az qala boğazımda qalmışdı. Mən birdən-birə özümü son dərəcə gücsüz, taqətsiz hiss elədim. Elə bil ki, bütün həyat qüvvələri bir anda məni tərk etdilər. Mən oturduğum yerdə güclə dayanaraq gözlərimi yerə zilləyib susurdum. O soruşdu. Nə üçün dinmirsən? Bəlkə razı deyilsən? Bəlkə mən axmaq söz danışıram. Mən gözlərimi yerdən çəkməyərək başımı buladım. Bəs onda niyə dinmirsən? Mən gözlərimi qaldırıb ona baxdım. Bəlkə məni özünə layiq bilmirsən? Mən gözlərim onun üzündə olduğu halda yenə də başımı buladım. Elə isə din, bir söz de. Ananın bu işə narazı olduğunu bilirsən. Bunun şəxsən mənə qətiyyən dəxli yox idi. Mən bunu nəzərə almaya da bilərdim. Lakin bunun şahlar üçün əhəmiyyəti var idi. Gülünsə xala onun anası idi. Gülünsə xala onun məndən daha gözəl, daha gənc Güləbətinlə evlənməsini istəyirdi. Güləbətin Çıraq dayının qızı idi. Şahlar soruşdu. Anam düzmü hərəkət edir? Bunun cavabını sən deməlisən. Sən məni özündən ayrı hesab edirsən? Mən əlimi uzadıb onun günəşdən yanmış sərt, yaraşıqlı əlindən tutdum və yavaş səslə cavab verdim. Bu məsələdə ayrı hesab edirəm. Niyə ki? Çünki Gülünsə xala anadır. Sənin anandır. 23 ildir o səni nə cür evləndirəcəyi haqqında düşünüb. İndi özü demişkən, əsli kökü məlum olmayan yad bir qız gəlib onun bütün arzularını alt-üst eləsin. Mən onun əlini buraxaraq qarşımdakı yamacda özəkli bir quzuqulağı üstünə qonmuş çobanaldıdan quşuna baxıb dərindən nəfəs aldım. Quzuqulağı bu balaca quşun ağırlığına davam gətirməyərək o yan bu yana yırğalanırdı. Adam elə gəlirdi ki, quş onun bu dözümsüzlüyü ilə əylənir. Axı sən bilirsən ki, anam haqlı deyil. Mən məhz bunu müəyyən edə bilmirəm. Nəyi? Ananın haqlı olub olmadığını. Nə üçün müəyyən edə bilmirsən? Ona görə ki, anam bəzi məsələlərdə haqlıdır. Məsələn nədə? Mən yaşda səndən böyüyəm. O əlini havada yellətdi. Mən dedim, yox dayan, qəzəblənmə. Anam fikir edir ki, sən məsələn 36-37 yaşlarında hələ də gənc, gözəl bir oğlan olanda mən 40 yaşında üzü gözü qırışmış bir qarıya bənzəyəcəm. İkinci, mənim Çıraq dayı kimi atam yoxdur. Kasıb fəhlə arvadın qızıyam. Sən bunları doğru fikir hesab edirsən? Birincidə həqiqət vardı. İkincini isə doğru hesab etmirəm. O əlimdən tutaraq dedi. Mənim belə şeyləri danışmaqdan xoşum gəlmir. Ancaq onu bil ki, sən məndən 3-4 yaş deyil, 15 yaşda böyük olsaydın, mən yenə də səni indiki kimi istərdim. O məni özünə tərəf çəkərək boynumdan, çiyinlərimdən öpdü. Mən yavaş və zəif səslə dedim. Hər halda biz Gülünsə xalanı razı salmağa çalışmalıyıq.
Bəlkə razı sala bilmədik. Onda, mən susurdum. O məni öpür və soruşurdu. Bəs onda, nəhayət mən güclə eşidiləcək taqətsiz bir səslə. Onda çətin olar, dedim. Nə çətin olar? Bizim evlənməyimiz. Doğru deyirsən? Mən hə mənasında başımı tərpətdim. Onda sən məni istəmirsən. O sevgi sözünü həmişə istəmək sözləri ilə əvəz edirdi. Mən gülümsədim. Əgər istəyirsənsə, belə şeylər bizə necə mane ola bilər? Mən dinmədim. Mən qışqırıb demək istəyirdim ki, məhz sənin ananın arzularını, xəyallarını məhv edə bilmərəm. Buna mənim gücüm çatmır. O sənin anandır. Nə qədər amansız olsa da, məni nə qədər nifrət etsə də sənin anandır. Sənin damarlarından onun qanı axır. Səni bizə o vermişdi. O anadır. Onun sənin üstündəki haqqı müqabilində mənim məhəbbətim nədir ki? Mən qışqırıb demək istəyirdim ki, sən mənim canım ciyərimsən, nəfəs aldığım havasan. Lakin anan sənin mənə öz arzusu ilə, öz xeyir duası ilə verməlidir. Deyirlər, o sənin üstündə sevdimalı əmini az qala öldürürmüş. O sənin üçün bütün bir ordu ilə vuruşmağa hazırdır. O sənin üçün sinəsini 1000 dəfə güllə qabağına verər. Uf deməz. Buna görə də o mənə əzizdir. Buna görə də indi mən anaların əleyhinə gedən, onların haqqını tapdalayan gəlinlərə nifrət edirəm. Mənə elə gəlir ki, onlar dünyanın ən qəddar, ən ürəksiz adamlarıdır. Doğrudur, Gülümsə xala geridə qalmış bir qadındır. Görüş dairəsi kiçik idi. Lakin bunlar onun analıq haqqı ilə hesablaşmamağa, sözünü ağzında, arzusunu ürəyində qoymağa necə əsas ola bilər? Əgər şahların bir parçası, bir hissəsi olan ana bütün ömrü boyu mənə nifrət edərsə, məni özünə düşmən sanarsa, mən necə xoşbəxt ola bilərəm? Şahların üzünə baxıb necə sevinə bilərəm? Yox, 1000 dəfə yox. Nə fikirləşirsən? Heç nə. Sən bilirsənmi ki, atam bu işə razıdır? Hiss edirəm. Anam da sonra razı olar. Mən gülümsədim. Düz demirəm? Yox, sonra gec olar. Və zarafatyana əlavə elədim. Biz dua eləyək ki, sülh ilahəsi Gülümsə xalanın qəlbinə girib, onu mərhəmətə gətirsin. Mən anamı tanıyıram. Kərişin ulu babası ilə bizim ulu babamızın arasında ədavət olub. Aradan neçə-neçə illər keçib. Amma anam indi də Bağdagül xalanı, Kərişi bizə düşmən hesab edir. Tay bundan nə gözləyirsən? Mən yenə də zarafata salaraq dedim. Əgər Gülümsə xalanın 2 oğlu olsaydı, bəlkə də birini əlindən alardıq. Heyf ki təksən. Dur gedək. Biz təpəni aşıb xeyli aralıqda otlayan buzovların yanına getdik. Bahar. Təzə ot heyvanların tükünü durultmuşdu. Onların üzlərində bir şadlıq, bir qayğısızlıq duyulurdu. Bağdagül bacının dayə üsulu ilə bəslədiyi buzovlar o birlərdə nisbətən daha gümrah görünürdülər. Hər birisi 20-25 gün qabaq doğulmuş 2 buzov bir-birinin ardınca qaçır. Balaca təpəni dolanırdılar. Sanki onlar bir-biri ilə cıdıra çıxmışdılar. Qabağa atılan bir qədər qaçaraq dayanır, o birisi gəlib çatdıqda yenidən götürülürdü. Mən gülümsəyirdim. Şahların da kefi kökəlmişdi. Lakin o qaçan buzovlara deyil, çilingağac oynayan 2 buzov otarana baxırdı. Onlardan böyüyünün 15, kiçiyinin isə 12-13 yaşı olardı. Şahlar, Kərəm, deyə səslədi. Kiçik oğlan yoldaşının vurub göyə qaldırdığı çilingin altına yüyürə-yüyürə və gözünü ondan çəkməyərək. Nə var, dedi. Surxaydan kağız gəlir. Niyə gəlmir, deyə uşaq yerə düşən çilingi götürüb yoldaşına tulladı. Nə yazır? Uşaq yenə də şahlara baxmadan cavab verdi. Sağlığın. O uşağın saymamazlığından pərt olmayaraq dedi. Surxay bunun qardaşıdır. Əskərdiyə bizimlə bir getmişdi. Bəs nə üçün qayıtmayıb? Öz razılığı ilə saxladılar. Nəyə görə saxladılar? Qoçaqlığına görə, çox igid oğlandı. Doğrudan? Doğrudan. Mən elə bilirdim dünyada yalnız bir igid var. Əcəb zarafatdır. Mən zarafat etmirəm. Mən həqiqətən də elə düşünürəm. Nahaq yerə. Qartallı dərədə hər kolun dibindən bir şahlar çıxar. İgidlər görməmsən. O bu sözləri mənim üzümə baxmadan acıqlı dedi. Elə bil ki, mən böyük bir qəbahət və ya yüngüllük eləmişdim. Onun hər bir hərəkəti qəribə və gözlənilməz idi. O dilxor halda papiros çıxarıb yandırdı. Onun hər cür tərifdən, komplimentdən zəhləsi getdiyini bilirdim. Lakin mən indi kompliment demirdim. Mən həqiqətən də elə düşünürdüm.
O mənim xəyalımda Makedoniyalı İskəndər idi. 15-16 yaşında olduğum zamanlar mən kitabxanadan Makedoniyalı İskəndərin həyatına aid qədim bir kitab alıb oxumuşdum. Kitabda İskəndərin bir çox şəkilləri var idi. Atın üstündə dayanıb, sanki düşmən tərəfə baxan şəkli məni lap heyran etmişdi. Sizdən nə gizlədim? Mən cinayət edərək bu şəkli xəlvətcə kəsib götürmüşdüm. O, indi də mənim Gəncədə olan kitablarımdan birinin arasında durur. Mən birinci dəfə şahları görəndə onun Makedoniyalı İskəndərə oxşadığına heyrət etdim. Hər dəfə onun boz ürgəsi mənə Makedoniyalı İskəndərin məşhur atı Bustifalı xatırladırdı. Onun çöhrəsi Makedoniyalı İskəndərinki kimi nəcib və gözəl idi. Biz buzovlardan aralanandan sonra o mənə dedi. Bizim söhbətimiz yarımçıq qaldı. Hansı söhbətimiz? Deyə özümü qəsdən bilməməzliyə vurdum. Zaks. Bayaq bu sözü eşidəndə olduğu kimi, indi də sanki damarlarım boşaldı. Mən yenə də uzun zaman cavab verə bilmədim. O da susurdu. Nəhayət mən bütün qüvvəmi toplayıb dedim. Biz çalışıb ananı razı salmalıyıq. Demək, anam razı olmasa biz evlənə bilmərik? Yox. Bu sənin qəti cavabındır. Qəti. Axı düz eləmirsən. Bəlkə də düz eləmirəm. Bəlkə də bu sənə və özümə qarşı böyük bir günah olar. Bəlkə də bu hərəkətimə görə məni geridə qalmış və ya qorxaq sanarlar. Əgər biz evlənməsək, bu sənə təsir etməz? Mən dinmədim. Dinib nə deyəcəkdim? Əgər biz evlənməsək sözlərinin məndə doğurduğu halı necə ifadə eləyə biləcəkdim? İfadə etsəydim belə, bunun nə mənası var idi? Mən onsuz da çəkdiyimi çəkirdim. Onsuz da Gülnisə xalanın hər bir hərəkəti bir tikan olub ürəyimə sancılırdı. Onsuz da mən onun hər baxışında özüm haqqında ölüm hökmü oxuyurdum. O savadsız da olsa qadın idi. Mənim nə hallar keçirdiyimi hiss etməmiş deyildi. O güləbətindən o cür danışanda hər sözü ilə məni necə yaraladığını, necə yandırıb yaxdığını şübhəsiz başa düşürdü. Lakin gözlərimdəki daimi təbəssüm məni xilas edirdi. Arvad mənim haqqımda ağzıma gələni hər yerdə danışırdı. Mən bunu bilirdim. Lakin qəribədir. Onun bütün cidd cəhdinə baxmayaraq, kənddə heç kəs mənim əleyhimə qalxmırdı. Heç kəs də özümə qarşı düşmənçilik duymurdum. Bu mənim ürəyimi kövrəldirdi. Mənə qüvvət verirdi. Mən yorulub dildən düşənə qədər ora-bura qaçıb, onların qarşısında öz borcumu yerinə getirməyə can atırdım. Mən onların hər birini özümə yaxın və doğma hesab edirdim. Elə bil ki, biz böyük bir ailə idik və mən bu ailənin qızı, Gülnisə xala isə ögey anam idi. Mən öz varımızı, dövlətimizi artırmaq üçün baş sındırıb yeni yollar axtarıb tapmağa çalışırdım və mənim işlərim pis getmirdi. İndi yalnız Bağdagül bacının deyil, Tükəzban xalanın da buzovlarını dayə üsulu ilə bəsləməyə başlamışdıq. Adamlar bu üsulun xeyirli olduğunu yavaş-yavaş başa düşürdülər. Keçən illərdə dədəbaba qaydası ilə saxlayanda buzovların azı 15% tələf olurmuş. İndi birinin də burnu qanamamışdı. Çəkiləri də əvvəlkindən artıq idi. Mənim ayrı-ayrılıqda hər bir inəyi, hər bir buzovu, cöngəni, düyəni tanımağım, hər birinin xasiyyətini, çəkisini, sağlanların verdiyi gündəlik südü, onun yağlılıq dərəcəsini əzbərdən bilməyim, kəndlilərə hədsiz dərəcədə xoş gəlirdi. Onlar mənim həmişə manikürlü dırnaqlarıma, mən dırnaqlarımın təmizliyinə həmişə xüsusi fikir verir və açıq çəhrayı lakla manikür edirdim. Maraqla baxırdılar. Onlar məni evlərinə qonaq çağırırdılar. Mühüm işləri olanda mənimlə məsləhətləşirdilər. Mənim açıq-saçıqlığım, bəzən Mikolanın, bəzən şahların qoluna girməyim onları təəccübləndirmirdi. Mən onların bütün xeyir işində iştirak edirdim. Gəlinlərin toy paltarını mən biçirdim. Oğlan evinin bəzənməsinə mən rəhbərlik edirdim. Uşaqları dərsə yaxşı fikir verməyən analar mənə şikayətlənirdilər. Onlar mənim qohum qardaşdan bircə anam olduğunu bilir və tez-tez soruşurdular. Anan necədir? Anandan nə xəbər var? Niyə heç bura gəlmir? Sənsiz darıxmır? Və sair və ilaxır. Şahlar mənə deyirdi ki, səhv edirəm. Anası razı olsa da, olmasa da biz evlənməliyik. Mən onun bu sözlərinə etiraz eləsəm də, öz dediyimin üstündə dursam da, ürəyimin dərinliklərində şahların məhz belə deməsini və bunu gündə 100 dəfə təkrar etməsini istədiyimi hiss edirdim. Hiss edirdim ki, əgər şahlar anasının iradəsinə tabe olarsa, məndən əl çəkərsə, ölərəm. Başqa cür mümkün deyil. Buna görə də özünü müdafiə sövq təbiiliklərim görünməmiş bir canfəşanlıqla fəaliyyətdə idilər.
Mən öz xudpəsəndliyimlə mübarizədə yorulub əldən düşürdüm. Mən şahlara hər zamankindən daha çox xoş gəlməyə can atırdım. Mən bəzən öz hərəkətlərimdən, öz daxili mübarizələrimdən utanıb, üzülüb təngə gələrək, otağıma qapanıb hönkür-hönkür ağlayırdım. Ax, bu Gülnisə xala, deyirdim. Nə gizlədim? Mən xoşa gəlmək üçün qabıqdan çıxırdım. Bütün qabiliyyətimi, bütün oxuduğum kitabları köməyə çağırırdım. Gülnisə xalanın kinli küdurətli baxışlarını görməməzliyə vuraraq, ona olmazın hörmət eləməyə çalışır. İstirahət günlərində ev eşiyini töküb təmizləyirdim. Özünün, şahların, Bəndalı əminin bütün paltarlarını, kişi kostyumlarından başqa mən tikirdim. Hər dəfə rayon mərkəzinə gedəndə onlar üçün maraqlı hesab etdiyim bir şey alıb gətirirdim. Əlbəttə, mən bunların çoxunu şahların xəbəri olmadan edirdim. Və Gülnisə xala bütün bu hədiyyələri məmnuniyyətlə qəbul etdiyi halda, onların barəsində şahlara bir kəlmə də demirdi. Mən bunu bilirdim, lakin incimirdim. Axı mən bütün bunları yalnız və yalnız Gülnisə xalanın xətri xoş olmaq üçün edirdim. Mən daxili bir təşviş və vahimə ilə, bir uşaq sadəliyi ilə arvada xoş gəlməyə çalışırdım. Onun ürəyinə yatmaq istəyirdim. Lakin heyhat. O şahların saadətini Çıraq dayı ilə qohum olmaqda görürdü. O öz evində əslini kökünü tanıdığı gözəl güləbətini gəlin görmək istəyirdi. Vəssalam. Sevdimalı əminin arı pətəklərini şahların dağdan dığırlatması Mikolanın emalatxanasına yığılan cavanların hey deyib gülmələrinə səbəb olsa da, yaşlı adamların əksəriyyətinə pis təsir etmişdi. Bəndalı əmi əhvalatı eşidib qoyun yatağından gəldi. Arvadının həmin əhvalat barədə qəzəbli söhbətini sükut içində dinləyib bir kəlmə söz demədi. Axşamüstü isə naxırdan qayıdan heyvanlardan bir boğaz düyə ayırıb apararaq qardaşının qapısında bağlayıb qayıtdı. Bu dağılmış arı pətəklərinin əvəzi idi. Boğaz düyə Gülnisə xalanın sevimlisi idi. Lakin qorxusundan ərinə bir söz deyə bilmədi. Yana-yana durub baxdı. O Bəndalı kişi evdən çıxandan sonra Sevdimalının qarasına bəkdən-bəkdən ağzına gələni deyib ürəyini boşaltdı. Səni görüm ay gödək koramal, heç qırmızı düyənin xeyrini görməyəsən, deyə qarğış elədi. Sevdimalı əmi isə evə gəlib boğaz düyəni qapıda bağlı görəndə əvvəl hirsləndi. İstədi açıb buraxsın. Lakin həm şahların, həm də Gülnisə xalanın acığına belə etmədi. Evə girib qəzəblə arvadına dedi. Nə gözünü döyürsən? Bir tikə çörəkdən zaddan ver. Boğaz düyə əhvalatını qocalar eşidib sustular və yanlarına gələn Bəndalının salamını hörmətlə alıb, oğlunun hərəkəti barədə ona bir söz deməyi daha lazım bilmədilər. Səhəri gün Çıraq dayı öz məşhur qazalağında kəndə gəldi. Adamlar arxana əhvalatını, Sevdimalının tüfəng çəkib qapıya getməsini, şahların beşatlanı götürüb səngərə girməsini danışanda kişi qəhqəhə ilə güldü. Siz ölməyəsiz, dedi. Dəsgah varmış. Sonra idarəyə gəlib şahları orada görərək, qırışma, dedi. Eşitdim Sevdimalı əminlə güllə davasına çıxmısan. Şahlar qızarıb dinmədi. Çıraq dayı təkrar bəkdən gülərək mənə müraciətlə soruşdu. Belə sədrə nə deyirsən? Şahlar özündən çıxdı. Əşi, sədr neyləsin axı? Sevdimalı əmin fironluq eləyir. Ona görə də sən gərək gedib xalqın arı pətəklərini dağdan dığırladasan? Şahlar dinmədi. Ay qırışma, sənə 100 dəfə demişəm ki, atan kimi səbirli ol, cırtqoz olma. Sənə tay elə şeylər yaraşmaz. Sən indi el atasısan. Cəmaatdır, tərsi də olacaq, inadı da, tənbəli də. Gərək hər kəsin öz dilini tapasan. Elə hamınız belə deyirsiniz. Lap fələk gələ, yenə də Sevdimalı əminin dilini tapa bilməz. Çıraq dayı güldü. Karl Marx tapardı. Mən onunla bir yerdə işləyə bilməyəcəm. Sən öz başına deyilsən. Cəmaatla danış, gör nə deyir. İndi ki, mən hər şeydə adamların dediyi ilə durub oturacam, tayonda nə sədr oldum? Belədir, qara qızın dərdi varmış. Yox, qardaş oğlu, sən cəmaatın dediyi ilə durub oturacaqsan. Çünki səni o seçib. Bəlkə cəmaat düz demədi. Ola bilər ki, 5 adam, 10 adam düz deməsin. Bəs qalanı? Yox, əgər hamı düz demirsə, bircə sən düz deyirsənsə, bunu da başa salmağın təhəri var. Yoxsa dağdan arı pətəklərini dığırlatmaqla, yaxud beşatlanı götürüb səngərə girməklə iş aşmaz. Belə deyil, bacı qızı. Doğrudur. Mən bu sözü elə ürəkdən dedim ki, şahlar Çıraq dayıdan belə çəkinməyərək düz gözlərimə baxdı. Mən şagirdinin başqa münsiflər qarşısında pis imtahan verməsindən dilxor olmuş müəllimə bənziyirdim. Şahlar bunu başa düşərək
Qızarıb gözlərini yerə tikdi. Mən də dərindən nəfəs alıb göz qapaqlarımı endirdim. Çıraq dayı dünya görmüş adam idi. O bu lal səhnənin mənasını hiss edərək ayağa qalxdı və heç bir şey olmamış kimi şən, gümrah bir əda ilə dedi. Bacı qızı, sənin ayağın qartallı dəriyə düşüb. Qarğıdalıya, yoncuya baxdım, xoşum gəldi. Pis gözdən uzaq olsun. Yaxşı tarlalarınız var. Dolu zat vurmasa keyfiniz kök olacaq. Mən də eyni şən və zarafatyana ifadə ilə cavab verdim. Nə dolu olacaq, nə də quraqlıq. Hardan bildin? Yuxarıdan xəbər veriblər, deyə mən gözlərimi tavana tikdim. Yuxarıdan, yəni mərkəzdən? Xeyr, göydən. Çıraq dayı şaqqıltı ilə güldü. Vallah, dəsgahlı qızsan. Niyə heç Güləbətinin yanına gəlmirsən? Tez-tez görüşürük. Görüşməyinizi dedi. Amma öz aramızdır. Xəstəxana üçün qəribə yer seçibsiz. Qartallı dərənin gözüdür. Şahlar dinmirdi. Papiros çəkmək istəyirdi. Lakin Çıraq dayının yanında olmazdı. Ayıbdır. Böyüyə hörmət lazımdır. Çıraq dayının şadlığı mənə sirayət eləmişdi. Dedim. Bu yay yem məsələsini həll eləyəndən sonra keyfimiz kök olacaq. Əvvəl xəstəxana, sonra mədəniyyət evi, böyük bir uşaq bağçası. Qiyamət edəcəyik. Hər şeydən ötürü xam day kimi dal ayaqlarımız üstə qalxmayaq. Şahlar, mən ölüm, elə də yoxsa yox. Şahlar hirsləndi. Əşşi, Çıraq dayı, vallah birdən elə söz deyirsən ki, adamın tüstüsü təpəsindən çıxır. Kimdir hər şeydən ötürü xam day kimi dal ayaqlar üstə qalxan? Çıraq dayı bəkdən güldü. Sən ölməyəsən, pərt olub. Yaxşı, yaxşı, sarsaqlama. Çıraq dayının sözlərini sırğa elə, qulağından as. Həmişə ağır otur, batman gəl. Biz də cavan olmuşuq. Biz neyləyirik? Əşşi, adam öldürüb Arazın o tayına keçmirik ki. Deməli, mənə toxunursan? Şahlar dinmədi. O belə dediyinə peşman oldu. Mən adam yox, xalqın düşmənini öldürmüşəm. İndi olsa, yenə də öldürərəm. Bu sözləri deyərkən 82 yaşlı Çıraq dayının gözləri atəş kimi parladı. Mən onun düyünlənmiş ağ və qəşəng əlinə baxdım. Şahlar yersiz söz danışdığını təkrar hiss edərək dinmədi. Gözləri onda olan Çıraq dayı dedi. Yaxşı, eybi yoxdur. Bir qələtdir, elədin. Amma bir də eləmə. Belə deyil, bacı qızı. Kişi yenə də şən və zarafatyanı bir ifadə ilə mənə baxaraq gülümsədi. Onun əynində boz və zərif yun parçadan təzə kostyum var idi. Qış yay həmişə belində olan onatılan pencəyinin sağ ətəyini biraz qovzaq saxlayırdı. Bu məşhur Qaçaq Aslanın tapancası idi. 20-ci illərdə bütün mahala səs salan Qaçaq Aslan, igid də olsa, namərd adam imiş. Öz dostu Bərşad bəyi öldürüb, onun dünya gözəli olan arvadı Sona xanımı götürüb qaçırdıbmış. Çıraq dayı o zaman qəza milis rəisi imiş. Aslan onu, o da Aslanı çox hərləyir. Bir dəfə Qarabağdakı məşhur Tuş su dərəsində qarşılaşıb 2 gün gecə-gündüz atışırlar. Qaçaqlar Çıraq dayının 3 milisini vurub öldürürlər. Axırda Aslanın dəstəsi güc gəlib Çıraq dayıgili səngərdən qaldırır. Aslan özü Çıraq dayının ardınca düşür. İkisinin də atı qaçmaqda məşhur imiş. Çıraq dayı hərdən qandırılıb onu lap haqlamaqda olan Aslana tapancadan atəş açır. Lakin qaçaq güllə atmırmış. O Çıraq dayını diri tutub rüsva etmək istəyirmiş. O buna and içibmiş. Naqanda axırıncı gülləsi qaldıqda Çıraq dayı qəflətən atının başını çəkir və qandırılıb ona yaxınlaşmaqda olan qaçağın düz sinəsindən nişan alıb atır. Sonra Qaçaq Aslanın qızıl dəstəli onatılanını Çıraq dayıya bağışlayırlar. İndi o vaxtdan bəri Çıraq dayı bir gündə olsa bu tapancanı evdə qoyub çölə bayıra çıxmır. Bunun birinci səbəbi odur ki, gəlib keçən illər Çıraq dayının yaxşı tüfəngə, tapancaya olan həvəsini öldürə bilməyib. İndinin özündə də elə bir gün olmurdu ki, tüfəngini, tapancasını açıb təmizləməsin. Ayda heç olmasa bir neçə dəfə nişanı atmasın. Onun bir ehtirasını kənddə də, rayon mərkəzində də hamı bilirdi. Çıraq dayının həmişə yanında tapanca gəzdirməsinin ikinci səbəbi də bu idi ki, onun keçmiş qanlılarından hələ də sağ olanları var idi. Qaçaq Aslanın qardaşı nəvəsi Kərəm aşağı kənddə qoçaq oğlanlardan biri sayılırdı. Bəlkə əmsi Qaçaq Aslanın necə və kim tərəfindən öldürüldüyündən heç onun xəbəri də yox idi. Bəlkə də o bu barədə heç düşünməmişdi də. Lakin o, bir gündə olsun Çıraq dayının yadından çıxmırdı. Kişi oğlana heç bir pislik eləmək fikrində olmasa da, onu heç vaxt yadından çıxartmırdı. Onun haqqında gedən hər bir söhbətə diqqətlə qulaq asırdı. Rayon mərkəzindən tək atlı qazalaqda kəndə gedəcəyi günü birinci katibdən başqa heç kəsə deməzdi. Həmişə sərvaxt olmaq onda özündən asılı olmayan təbii bir hal idi və bu hal
Bu xüsusiyyət ona yaraşırdı. Onu həmişə gümrah və cavan saxlayırdı. Mən ona baxır və Gülnisə xalanın oğlunu, məhz belə bir kişi ilə qohum eləməyə can atmasına ürəyimdə haqq qazandırırdım. Kişinin hər bir hərəkəti, danışığı, zarafatı mənə yaxşı təsir bağışlayırdı. Onun çəhrayı sədəf kimi parıldayan dırnaqlarının, balaca qulaqlarının təmizliyinə, cöhrəsindəki təravətə, gözlərindəki kəskin, iti ziyaya heyran olurdum. Kişinin şahlara münasibətindəki incəliyi də hiss edirdim. Hiss edirdim ki, şahların hər bir hərəkəti ürəyinin dərinliklərində onun xoşuna gəlir. Onu fərəhləndirir. Hiss edirdim ki, bu fərəh şahlarla qohum olmaq məsələsindən daha çox ruhi bir şey ilə əlaqədardı. Şahların bir gün onun yeznəsi ola biləcəyi ehtimalı bəlkə heç kişinin ağlına da gəlmirdi. Axşam şahlar evə girən kimi, bəs Mikola hələ gəlməyib, deyə soruşdu. Gülnisə xala cavab verdi. Gəlməyib. Səhərdən hardasan bala? Çörəkdən sudan da kəsilmisən. Sonra o gətirib süfrə saldı. O biri otaqdan bir boş qab qovurma, çörək, qatıq gətirdi. Gəl otur. Şahlar çıxıb dəhlizin sütununa vurulmuş əlüzyanda əllərini yuyaraq təkrar evə qayıtdı. Və dedi, bəs bir Mikola harda qalıb? Sən otur çörəyini ye. Gələr, o da yeyər. Payını saxlamışam. Şahlar oturub nahara başladı. Gülnisə xala əllərini bir-birinin üstünə qoyaraq, oğlunun necə iştaha ilə xörək yeməsinə tamaşa edirdi. Dədəm getdi, deyə şahlar anasına baxmadan soruşdu. Getdi. Maşallah, deyir aşağılar yaman otdu. Şahlar bunu bildiyi üçün cavab vermədi. O naharını yeyib qurtarandan sonra Gülnisə xala bir stəkan da çay süzərək gətirib onun qabağına qoydu və özü də yerə çöktü. Şahlar anasının sözlü adama oxşadığını hiss edərək stəkanı qabağına çəkdi. Gülnisə xala yavaş və mehriban səslə dedi. Bala, tay vaxtdır. Şükür Allaha. Hər şeyimiz də yerindədir. Əl-ayağını yığ, evimizə gəlin gətirək. Gətirin də, nə deyirəm ki? Onda izin ver, kişinin yanına adam göndərək. Özü də buradadır. Hansı kişinin? Çıraq kişinin. Yenə başladın. Gülnisə xala eyni mehriban ifadə ilə oğlunu dilə tutdu. Ay bala, şeytanın daşını ətəyindən tök. Özün hər şeyi bizdən yaxşı bilirsən. Maşallah, bu boyda kənddə ağsaqqallıq edirsən. Bu cür fürsəti əldən buraxmaq olmaz. Şahlar çayından bir qurtum alaraq sakit səslə soruşdu. Bəs dədəm nə deyir? Deyir, özü bilər. Mən belə işə qarışmıram. Dədənin xasiyyətini bilmirsən. O da sənin kimi xeyrini, şərini başa düşməyənin biridir. Gəl sən sabah Bağdagil bacını da götür, get Gəncəyə. Hara? Gəncəyə. Gəncədə nə işin var? Səlimənin anası orada yaşayır. Mənim nəyimə lazımdır Səlimənin anası hansı cəhənnəmdə olur? Qızın elçiliyinə get. Özün də yaxşı danış. Arvadın haqqında niyə elə deyirsən? Arvadın qarnına qara yaman çıxaydı qız doğduğu yerdə. Deyə Gülnisə xala hirslə ayağa qalxdı. O yazıq qız sənə neyləyib? Niyə belə kölgəsini qılınclayırsan? Arvad yanıb töküldü. Yazıq qız. Mənə onu eləyib ki, kipriklərimlə od götürüb oğul böyütmüşəm. İndi gəlib əlimdən alır. Day nə eləyəcək? Boş söz danışma, yekə arvadsan. Oğlunu niyə əlindən alır? Arvad dərindən elə ah çəkdi ki, elə bil öz nəfəsi ilə aləmi yandırıb kül eləmək istəyirdi. Alıb, yaman alıb. O sənə Çıraq dayının qızından 100 dəfə yaxşı olar. Lazım deyil mənə onun yaxşılığı da, pisliyi də. Sən onu tanımırsan. Tanısan belə deməzsən. Həmişə hövsələsiz olan şahlar indi qəribə bir səbirlə danışırdı. Onu tanıyanlar çox olub. Dedim ki, qızın haqqında elə danışma. Səni yamanca tilsimə salıb. Niyə sən qoymursan mən ürəyim istədiyi adamla evlənim? Sən cavansan. Fitnəyə feylə uymusan. Xeyrini başa düşmürsən. Məni də, özünü də cəmaat içində xar eləyirsən. Səndən başqa heç kəs onun haqqında pis söz danışmır. Xalqın nə vecinədir? Oğluna getmir, qardaşına getmir. Şahlar anasına ağır söz deyəcəyindən qorxaraq qalxıb bayıra çıxdı. Çıraq dayı deyir, Sevdimalı əmi ilə dil tap. Səlimə deyir, anan razı olmazsa, biz evlənə bilmərik. Heç kəs başa düşmür ki, bunlarla dil tapmaq mümkün deyil. Fələk də gəlsə mümkün deyil. Anasının Səlimə haqqında cəmaat arasında da nalayiq sözlər danışdığını şahlar bilirdi və bu onu yandırıb tökürdü. O dəfələrlə ay arvad, xalqın qızın biyabır eləmə demişdi. Lakin belə şeylərin anasına çətin təsir edə biləcəyi də şahlara məlum idi.
Anasının Səlimə haqqında söylədiyi hər bir söz bir qana bərabər idi. Lakin nə etmək olardı? Ana idi. Ana.